Adəm Peyğəmbərin hekayəsi. Allah yer üzündə insanı yaratmaq qərarına gəldi. Bu barədə o öz mələklərinə xəbər verdi. Mələklər isə Allahın insan yaratmaq istəyinin sirrini anlamadılar. Onlar Allaha Ey Rəbbimiz, insan dünyada qan tökər, günah edər. dedilər. Lakin Allah insanı yaratmaqda qərarlı idi. Allah insanı torpaqdan yaratdı. Adını Adəm qoydu. Allah Adəmə öz ruhundan üfürdü. Adəm görməyə, eşitməyə, yeriməyə və danışmağa başladı. Bununla da o Allahın yaratdığı gözəllikləri görə bildi. Sonra Allah Adəmə yaratdığı hər bir şeyin adını öyrətdi. Adəmi yaratdığı hər bir şeydən üstün etdi və onu cənnətdə məskunlaşdırdı. Mələklər Allahın sözündən çıxmır, günah işlətmirdilər. Ona görə də mələklər insanın onlar kimi olmayıb günah edəcəyini düşünmüşdülər. Allah mələkləri günah edə bilməyən, insanları isə günah edə bilən yaratmışdı. Bir gün Allah mələklərdən yaratdığı varlıqların adlarını soruşdu. Mələklər cavab verə bilmədilər. Adəmdən soruşduqda isə o Allahın ona öyrətdiyi elmlə bütün sualların cavabını verdi. Mələklər hamısı Ey Rəbbimiz, biz doğrudan da sənin öyrətdiyindən artıq heç bir şey bilmirik. dedilər. Mələklər Allahın insanı nə üçün yaratdığının mənasını artıq anladılar. İnsan elm öyrənəcək və Rəbbinə qulluq edəcəkdir. Cinlərdən olan İblis adlı məxluqa və mələklərə bir gün Allah Adəmə səcdə etməyi əmr etdi. Bütün mələklər Allahın əmrini yerinə yetirib Adəmə səcdə etdilər. Yalnız dikbaş və lovğa İblis buna tabe olmayıb dedi. Adəmi torpaqdan, məni isə oddan yaratdın. Mən ona səcdə etmərəm. İblis düşünürdü ki, o oddan yarandığı üçün daha üstündür. Çünki palçıqda yumşaqlıq və mülayimlik, odda isə təhlükə və yanğı var. Beləliklə İblisin özündən razılığı onu Adəmə səcdə etməyə qoymadı. Bu əməlinə görə Allah onu olduğu məkandan qovdu. Hiləgər İblis isə Allahın ondan üstün tutduğu insanı doğru yoldan azdırmaq, onu günahkar etmək üçün hilələr qurmağa başladı. Niyyətinə çatmaqdan ötürü ona fürsət verməsi üçün Allaha yalvardı. Allah ona bu fürsəti verdi. Adəm tək gəzib dolaşdığı üçün çox darıxırdı. Allah onun bu pərişanlığına son qoymaq üçün Adəmdən Həvvanı yaratdı. Adəm uzun müddət idi ki, yuxuya getmişdi. Yuxudan ayılıb Həvvanı gördükdə təəccübləndi və sevindi. O artıq tək olmadığı üçün xoşbəxt idi. Cənnətdə nə isti, nə soyuq, nə aclıq, nə də susuzluq var idi. Ora gözəl və xoş nemətlərlə dolu idi. Adəm və Həvva cənnətdə firavan yaşayır, bol nemətlərdən yeyirdilər. Allah onlara bir ağacdan başqa bütün ağacların meyvələrini yeməyə icazə verdi və İblisin hiləsinə aldanmayın. O sizin düşməninizdir. Sizi aldatmağa çalışır. dedi. Adəm ilə Həvva cənnətdə xoşbəxt idilər. Onlar cənnətin meyvələrindən yeyir, bulaqlarından su içir. Qayğısız günlər keçirirdilər. Şeytan isə çox üzgün idi. Çünki Allah Adəmi ondan üstün yaratmışdı. O Adəm və Həvvanın xoşbəxtliyinə mane olmaq istəyirdi. Bunun üçün yollar axtaran İblis axır ki bir hiylə işlətdi. Şirin dilini işə salıb Adəmin qəlbinə şübhələr salmağa başladı. Qadağan olunmuş ağacı göstərərək dedi. Ey Adəm, bu ətirli ağacın meyvəsindən niyə yemirsən? Əgər onu yesən, sənə böyük səadət nəsib olar. Əbədi olaraq cənnətdə qalarsan. Adəmlə Həvva Allahın sözlərini yada salıb ona inanmadılar. İblis hiləsindən əl çəkmir, hər gün Adəm və Həvvanı şirinlikləndirirdi. Həvva yavaş-yavaş yumşalırdı. Günlərin birində Həvva ağacdan bir meyvə dərib yedi. Onun dadlı və şirin olduğunu gördü. Sonra meyvədən Adəmə də verdi. Beləcə hər ikisi bu ağacın meyvəsindən yedilər. Şeytanın hiləsinə aldanıb Allahın sözündən çıxdılar. Allah da onları cəzalandırdı. Paltarları əyinlərindən düşdü.
Çılpaq qalıb çox utandılar. Səhv etdiklərini anladılar. Cənnət ağaclarının yarpaqları ilə örtünməyə çalışdılar. Allah Adəm və Həvvaya: Sizə şeytan sizin düşməninizdir. Onun hiyləsinə aldanmayın demədimmi? İndi ki belə oldu, sizi cənnətdən çıxarıb dünyaya göndərəcəyəm. Orada sizin öz vəzifələriniz olacaq, dedi. Adəmlə Həvva cənnətdən qovulduqdan sonra bir-birindən ayrı düşdülər. Onlar bir müddət əzablı günlər yaşadılar. Sonra hər ikisi tutduqları işdən peşman olub tövbə etdilər. Allaha üz tutub onları bağışlamasını dilədilər. Allah Adəmlə Həvvanın tövbəsini qəbul edib onları bir-birinə qovuşdurdu. Lakin yenidən cənnətə daxil olmalarına icazə vermədi. Allah onlara: sizi dünyada sınayacağam. Orada dediklərimi yerinə yetirməlisiniz. Şeytan yenə də sizi yoldan çıxarmaq istəyəcək. Ona aldanmamalısınız. Orada bir müddət yaşayacaqsınız. Vaxtı çatdıqda sizi təkrar yanıma qaytaracağam. Sizi yenə də qovulduğunuz cənnətə daxil edəcəm. Mənim sizə olan rəhmim budur, dedi. Beləcə, Allah Adəm və Həvvanı dünyaya sakin etdi. Onlar qovulduqları cənnəti qazanmaq üçün çox çalışmağa, Allaha çoxlu ibadət etməyə başladılar. Bir müddət sonra Adəm və Həvvanın bir oğlu oldu. Adını Qabil qoydular. Adəm ailəsini dolandırmaq üçün evdən çıxır, səhərdən axşama qədər durmadan işləyirdi. Bir müddət sonra Adəmlə Həvvanın ikinci oğlu oldu. Adını Qabil qoydular. Habil uşaqlığından dinc idi. Qabil isə ata-anasının sözündən çıxan, qardaşı Habillə yola getməyən bir uşaq idi. İllər ötdü. Habil və Qabil böyüyüb atalarına kömək etməyə başladılar. Habil Qabildən yaşca kiçik olsa da ondan daha güclü idi. Qabil torpağı əkib becərir, Habil isə qoyun saxlayırdı. Bir gün Adəm Habil və Qabildən verdiyi nemətlər üçün şükür etmələrini istədi. Bir dağın başına qalxıb qazandıqlarından Allaha bəxşiş etməyi buyurdu. Habil atasının tövsiyəsini sevinclə qarşıladı. Qabil isə bundan xoşlanmadı. Ertəsi gün Habil sürünün içindən ən gözəl və sağlam bir qoyun seçdi. Onu atasının dediyi dağa qaldırdı. Qabil isə əkib becərdiyi meyvə tərəvəzlərdən çürüyənlərini seçib götürdü və dağın başına çıxdı. Allah Adəmə Habilin ürəklə verdiyi hədiyyəni, qoyunu qəbul etdiyini, Qabilin isə istəmədən gətirdiyi çürük meyvə tərəvəzi rədd etdiyini bildirdi. Habilin sevincinin həddi-hüdudu yox idi. Habil buna görə Allaha şükür etdi. Qabil isə çox əsəbi idi. Onun qardaşına paxıllığı tutdu. Qəlbi kinlə doldu. Elə bu zaman şeytan Qabilə yaxınlaşdı və onu qardaşı Habili öldürməyə sövq etdi. Bir gün Qabil dağdan aşağı enən Habili səsləyib dedi: atam səni daha çox sevir. Sənin üçün Allaha dua etdi. Allah da sənin hədiyyəni qəbul etdi. İndi isə səni öldürəcəyəm. Habil isə ona əl qaldırmayacağını söylədi. Allah yalnız yaxşılıq edənlərin qurbanlarını qəbul edər. Məni öldürsən, atam onsuz da səni sevməyəcək. Bu Allahın da xoşuna gəlməyəcək, dedi. Qabilin qəzəbi ağlını başından almışdı. Yaxşı ilə pisi ayırd edə bilmirdi. Habilin sözlərini anlamaq istəmirdi. Beləcə, Qabil pis niyyətindən vaz keçmədi. Yerdən böyük bir daş götürüb Habilin başına vurdu. Habilin qanı Qabilin üzünə sıçradı. Habil hərəkətsiz halda yerə yıxıldı və son nəfəsini verdi. Qabil qardaşının öldüyünü anladı. Beləcə şeytan istəyinə çatdı. Yer üzündə ilk insan qətl etmə günahı işləndi. İlk qatil isə Qabil oldu. Qabilin qəzəbi soyuyub özünə gəldikdə çox peşman oldu. Habil ölməyə layiq deyildi. O, çox təmiz ürəkli idi, deyə düşündü. Hər bir günahın aqibəti də belə olur. Peşmançılıq və sıxıntı ilə nəticələnir. Qabil qorxu, dəhşət və peşmançılıqdan titrəməyə başladı. O qardaşı Habilə baxıb ağlayırdı. Habil isə cansız halda yerdə uzanmışdı. Qabil qardaşı Habilin cəsədi ilə nə edəcəyini bilmirdi. Qəfildən qayanın üzərindəki bir qarğa Qabilin diqqətini çəkdi.
Bu qarğanın yanında bir ölmüş qarğa var idi. Onu gördü ki, qarğa torpağı eşələyib bir dəlik açdı. Ölmüş qarğanı dəliyə itələyib üstünü torpaqla örtdü. Qabil öz-özünə düşündü. Vay olsun mənim halıma. Bu qarğa qədər də olmadım. Qardaşımı heç torpağa da bastıranmadım. Qabil qarğadan nümunə götürdü. Qayıdıb qardaşının cəsədini torpağa bastırdı. Həmin vaxtdan ölmüş insanların dəfn edilməsi adəti yarandı. İbrahim peyğəmbərin hekayəsi. Uzun illər bundan əvvəl Babil ölkəsində Azər adlı bir kişi yaşayırdı. Azər daşdan bütlər düzəldib satmaqla məşğul idi. Kənddə çox böyük bir bütxana vardı. Burada çoxlu sayda bütlər saxlanılırdı. Hamı kimi Azər də bu bütlərə ibadət edirdi. Azərin İbrahim adlı ağıllı bir oğlu var idi. Bu oğlan ətrafındakı insanların bütlərə səcdə etdiyini görürdü. İbrahim bilirdi ki, bütlər insanlar tərəfindən daşdan hazırlanır. Onlar nə danışa, nə də eşidə bilirlər. Onu da bilirdi ki, onlar heç kəsə nə xeyir, nə də zərər verə bilirlər. O görürdü ki, bütlərin üzərinə milçəklər qonanda, siçanlar bütlərin ətrafına qoyulan yeməkləri yeyəndə, bütlər buna mane ola bilmirlər. İbrahim öz-özünə deyirdi. Nə üçün insanlar bütlərə səcdə edirlər? Nə üçün insanlar özlərinə kömək edə bilməyən bütlərdən kömək istəyirlər? Yer üzündə olan insanların hamısı ulduzlara və bütlərə ibadət edirdi. Bir tək İbrahim balaca olsa da, Allahın göstərdiyi doğru yolda idi. İbrahim biraz böyüdükdən sonra ailəsi ilə birlikdə Qüds torpaqlarına köçdü. Bu Ərəbistan yarımadasını və Şamı əhatə edən Hərran adlı ərazi idi. İbrahimin ailəsi Kənanilər tayfasından idi. Köçdükləri ərazidə isə Hərran adlı bir tayfa yaşayırdı. Bu tayfa ulduzlara ibadət edirdi. Bir dəfə İbrahim Hərran əhalisi ilə söhbət edirdi. İbrahim nə üçün ulduzlara ibadət etdiklərini soruşduqda, onlar ata-babalarımızın da belə etdiyini görmüşük deyə cavab verdilər. Onları başa salmaq üçün İbrahim başını qaldırıb göyə baxdı. Göy üzü dəniz kimi idi. İbrahim biraz da diqqətlə baxdıqda kiçik ulduzları görməyə başladı. Ulduzların içində böyük və parlaq ulduz onun diqqətini çəkdi. İbrahim dedi: Əgər siz deyən kimidirsə, o zaman budur mənim Rəbbim. Mənim Rəbbim sizin səcdə etdiyiniz daşlardan daha xeyirlidir. Lakin bu çox çəkmədi. Hava işıqlananda ulduz yox oldu. İbrahim insanlara başa salmaq üçün dedi: Yox, batan ulduz mənim Rəbbim ola bilməz. Daha sonra parıldayan ayı gördükdə, Budur, tapdım Rəbbimi, dedi. Lakin bu da çox çəkmədi. Ay da yavaş-yavaş gözdən itdi. İbrahim dedi: Yox, bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz. Bir səhər günəş doğmaq üzrə idi. Günəş göz qamaşdıran bir parıltı ilə görünməyə başladıqda İbrahim budur mənim Rəbbim, dedi. Lakin axşam olduqda günəş batıb öz yerini yenidən aya verdi. İbrahim dedi: Yox, bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz. İbrahim insanlara başa salmaq istəyirdi ki, ulduzlar gücsüzdür. Onları sübh məğlub edir. Ay gücsüzdür. Onu günəş məğlub edir. Nə günəş, nə ay, nə də ulduzlar insanları qoruya bilməzlər. Çünki gücsüzdülər. İbrahim insanlara başa salmaq istəyirdi ki, onun da, hamının da Rəbbi Allahdır. Allah əbədidir, itmir. Güclüdür, heç bir şey onu məğlub edə bilmir. İbrahim insanlara başa salmaq istəyirdi ki, ayın, günəşin, ulduzların da Rəbbi Allahdır. Ulduzlar ibadət edilməyə layiq deyillər. Çünki onlar özləri Allah tərəfindən yaradılıblar və idarə olunurlar. Bəzən batıb, bəzən çıxırlar. İbrahim öz tayfasından ən birinci atasına bütlərə ibadət etməkdən çəkindirmək istədi. Bir gün atasının yanına gələrək mülayim səslə dedi:
Atacan, nə üçün bu bütlərə ibadət edirsən? Onlardan kömək istəyirsən. Axı bu bütlər nə danışa, nə də eşidə bilirlər. Nə üçün onlara yemək və su verirsən? Axı bu bütlər nə yeyə, nə də içə bilirlər. Atası çaşqınlıq və qəzəb içində. Oğlum, bu bütlərə atalarımız da ibadət edirlər, biz də edirik. Yoxsa sən onları inkar edirsən? Çıx get burdan, yoxsa səni öldürərəm. Deyə qışqırdı. İbrahim atasının Allahın doğru yoluna gəlməyəcəyini anladı. Lakin atasının təhdidləri qarşısında yenə də mülayimlik göstərdi. Atasının doğru yola gəlmədiyini görən İbrahim günlərin bir günü sakit bir şəkildə Sənə salam olsun. deyib ondan uzaqlaşdı. Bütə ibadət edənlərin hər il qeyd etdikləri bayram günü gəlmişdi. Hər kəs çox sevinirdi. Böyüklər və uşaqlar dəstə-dəstə şəhər kənarına gedirdilər. İbrahimin atası ona bayrama getməyi təklif etdi. İbrahim isə Mən xəstəyəm, sizinlə gələ bilmərəm. deyib bəhanə gətirdi və şəhərdə qaldı. Adamlar bütxananı bəzəyib bütlərin qabağına ləzzətli yeməklər qoydular və bayram gəzintisinə çıxdılar. Onların inancına görə bu yeməklərlə bütlər cəmaata bərəkət bəxş edəcəkdilər. Hamı gedəndən sonra İbrahim əlində çəkic bütxanaya daxil oldu və bütlərin qabağında yeməkləri görüb rişxəndlə soruşdu. Niyə lal dinməz durmusunuz? Nə üçün yeməklərə əl vurmursunuz? Sizə nə olub ki, danışmırsınız? Bütlər isə onun sualları qarşısında sustular. Çünki onlar adi daşlar idilər. Onlar heç nə deyə bilməzdilər. Beləcə İbrahim bütlərə yaxınlaşıb sağ əli ilə zərbə endirdi. Sonra isə əlindəki çəkiclə onları bir-bir qırmağa başladı. Bütlərin hamısını qırıb ən böyük bütə toxunmadı. Çəkici böyük bütə keçirdərək bütxanadan çıxdı. Bayramdan qayıdan adamlar bütxanaya daxil oldular. Bütlərin başına gələnləri görüb dəhşət içində qışqırdılar. Bizim bütlərimizi kim bu hala salıb? Bunu kim edibsə çox zalım adamdır. Dedilər. İnsanlar düşünüb daşındılar. İbrahim adlı bir gəncin bütləri pislədiyini xatırladılar. Bunu tək Allaha ibadət etməyə çağıran bir kəsin etdiyinə əmin oldular. Qəzəblənmiş insanlar İbrahimin yanına getdilər. Bütlərimizi sən mi qırdın? Deyə soruşdular. İbrahim də elə bunu gözləyirdi. İndi o fürsətdən istifadə edib bütlərə ibadət etməyin puçluğunu göstərəcəkdi. İbrahim özünü itirmədən böyük bütü göstərdi. Xeyr, bunu onların bu böyüyü etmiş olar. Çünki çəkic ondadır. Əgər danışa bilirsə, özündən soruşun. Dedi. İstehza ilə deyilmiş bu sözlər hər kəsi çaşbaş saldı. Çoxları başa düşdü ki, İbrahim haqlıdır. İnsanlar gözəl bilirdilər ki, bütlər adi daşlardır. Bilirdilər ki, daşlar eşidə, danışa bilmirlər. Onlar bilirdilər ki, böyük büt də daşdandır. Böyük büt yeriyə bilməz, yerindən tərpənə bilməz, digər bütləri sındıra bilməz. Lakin yenə də öz səhv düşüncələrində qalaraq, Ey İbrahim, axı sən bilirsən ki, bu daş heykəllər danışa bilmirlər. dedilər. İbrahim dedi. Elə isə danışa bilməyən, özlərini belə qoruya bilməyən bütlərə necə səcdə edirsiniz? Allahı qoyub özlərinə kömək edə bilməyən bu daşlardan necə kömək istəyirsiniz? İnsanlar ona cavab verməyə söz tapa bilməyib sustular. Qəzəbdən qıvrılan insanlar İbrahimi oda atmağa qərar verdilər. Bununla da öz ilahlarına kömək edəcəklərini güman etdilər. Meydanda odu göylərə ucalan böyük bir tonqal qalandı. Tonqalın alışması üçün hər kəs odun topladı. Sonra İbrahimi əlləri və ayaqları bağlı halda tonqalın yanına gətirdilər. Onu bir mancanağın ucuna qoydular. Bu mənzərəyə sevinclə tamaşa edən cəmaatın səs-küyü ətrafı bürüdü. Ürəyində Allaha güclü inan bəsləyən İbrahim isə sakitcə dayanmışdı. Pıçıltı ilə Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Aləmlərin Rəbbi sənsən. deyirdi. Beləsə zalım insanlar mancanağa qoyduqları İbrahimi oda atdılar. İbrahim bu an dua edib Allah bizə yetər.
O nə gözəl qoruyandır. dedi. Rəbbi dua edən bəndəsinə cavab verdi. Onu yandırmaması üçün oda, Ey od, İbrahim üçün soyuq və zərərsiz ol. deyə əmr etdi. Elə bu an od İbrahimə zərər verməyəcək şəkildə sərin oldu. Alovun dilləri sanki güllərə çevrildi. Od İbrahimin əl-ayağına bağlanmış ipləri əritdi, özünə isə toxunmadı. Beləcə, Rəbbi odu İbrahim üçün zərərsiz etdi. Tezliklə alov söndü və İbrahim sağ-salamat tonqaldan çıxdı. Bu mənzərə cəmaatı heyrətə gətirdi. Onlar utandıqlarından başlarını aşağı salıb ətrafa dağılışdılar. Zalım kəslər qalib gəlmək istəsələr də, Allah onları məğlub etdi. Ucalmaq istəsələr də, Allah onları alçatdı. İbrahimin ölkəsində Nəmrud adlı zalım bir padşah vardı. Bir gün İbrahim Nəmrudun yanına gedərək ona bütlərə ibadətdən vaz keçməsini və tək Allaha ibadət etməsini məsləhət gördü. O İbrahimə atalarının yolu ilə getdiyini, onlar kimi ibadət etdiyini söylədi. İbrahim isə onun səhv etdiyini, ibadətə yalnız Allahın layiq olduğunu bildirdi. Rəbbimiz yeri göyü yaradan uca Allahdır. Hər şeyin sahibi O'dur. Dedi. Nəmrud İbrahimdən, Yaxşı, bəs sənin Rəbbin nə edir? deyə soruşduqda, İbrahim Mənim Rəbbim həm öldürür, həm də dirildir. dedi. Nəmrud istehza ilə Mən də həm öldürürəm, həm də dirildirəm. söylədi. Dediklərini sübut etmək üçün ölüm hökmü verdiyi 2 nəfəri hüzuruna çağırtdırdı. Birinin edam edilib öldürülməsini, digərinin isə sərbəst buraxılmasını əmr etdi. Sonra isə üzünü İbrahimə tutub, Gördünmü, mən həm öldürürəm, həm dirildirəm. Bir nəfəri öldürüb, digərini isə sağ buraxdım. dedi. İbrahim isə həm ona, həm də ətrafındakılara həqiqəti başa salmağa səy edirdi. İbrahim, Ey Nəmrud, mənim Rəbbim günəşi məşriqdən çıxarır. Gücün varsa, sən də onu məğribdən çıxar. Çünki öldürən və dirildən istədiyini etməyi bacarmalıdır. dedi. Nəmrud İbrahimin dediklərinə cavab tapa bilmədi. Aciz olduğunu anlayıb heyrət içində susdu. İbrahim öz peyğəmbərlik vəzifəsini yerinə yetirdi. Atasını, tayfasını və zalım padşahı Allaha ibadətə çağırdı. Lakin xeyri olmadı. Belə olduqda İbrahim peyğəmbər və ona inananlar köçmək üçün hazırlıq gördülər. Babil torpağını tərk edib Şam torpaqlarına üst tutdular. İbrahim peyğəmbərə inananlar arasında həyat yoldaşı Sara və qardaşı oğlu Lut da var idi. Lut İbrahimin göstərişi ilə özünə məxsus olan sərvəti götürüb başqa torpaqlara getdi. Bu torpaqların adı Ğur idi. Lut Səum şəhərində məskən saldı. Orada da insanlar Allaha yox, bütlərə ibadət edirdilər. Onlar günah işlər görürdülər. Allah Luta da peyğəmbərlik verdi. Lut pis işlərlə məşğul olan insanları doğru yola çağırdı. İbrahim peyğəmbər həyat yoldaşı Sara ilə Misirdə yerləşdilər. Saranın Həcər adında vəfalı bir xidmətçisi də var idi. Sara Həcəri çox sevirdi. İbrahimlə Sara övladları olması üçün Allaha çox dua edirdilər. Amma övladları olmurdu. Bir gün Sara İbrahimə, İkimiz də artıq qocalmışıq. Övladımız olmadı. Bundan sonra olması da mümkün deyil. Həcərlə evlənməni istəyirəm. Bəlkə Allah ikinizə də övlad verər. Evimizdə uşaq olar, xoşbəxt olarıq. dedi. Saranın israrı ilə İbrahim peyğəmbər Həcərlə evləndi. Bir müddət sonra İbrahimlə Həcərin oğlu dünyaya gəldi. Adını İsmail qoydular. İbrahim peyğəmbər körpə İsmailı Saraya göstərmək istədikdə, Sara onu görmək istəmədiyini söylədi. Sara da Həcərə qarşı qısqanclıq hissləri oyanmışdı. O İbrahimdən xahiş etdi ki, Həcərlə oğlunu ucqar bir yerə aparsın. İbrahim peyğəmbər çox çalışdı ki, onu bu fikrindən döndərsin. Ancaq Sara inadından dönmədi. İbrahim peyğəmbər çox üzüldü. Çarəsiz qalıb Saranın fikrini Həcərə bildirdi. Sizi buradan aparmalıyam. dedi. Allah İbrahimə yol göstərdi. Südəmər İsmailı və Həcəri Məkkəyə aparmasını əmr etdi.
Həcər Allahdan izinsiz heç bir şeyin olmayacağını bilirdi. İbrahim peyğəmbər ona evdən getmələrini söylədikdə etiraz etmədi, Bunda bir xeyir var. deyə düşündü. Beləcə İbrahim peyğəmbər və Həcər balaca İsmayılı götürüb yola düşdülər. Xeyli yol getdikdən sonra Məkkəyə çatdılar. Buranın dörd bir tərəfi səhra idi. Bircə böyük ağac var idi. İbrahim Həcəri və oğlu İsmayılı bu böyük ağacın altında qoydu. O zaman Məkkədə heç kəs yaşamırdı. Orada su da yox idi. İbrahim onlara bir torba xurma və bir tuluq su verdi. İbrahim üzünü çevirib gedərkən Həcər dedi: Ey Allahın elçisi, sən bizi burada heç kəsin, heç nəyin olmadığı yerdə öz qərarınla qoyub gedirsən, yoxsa bu Allahın sənə əmridir? İbrahim Bu Allahın əmridir. dedikdə Həcərin qəlbi rahat oldu. İbrahim yoluna davam etdi. Bir dağın ətəyində dayandı. Üzünü hələ Adəm peyğəmbərin zamanından qalmış Kəbəyə tərəf tutdu. Əllərini qaldırdı və bu duaları oxudu. Ey aləmlərin Rəbbi, mən ailəmi ibadət etməsi üçün Kəbənin yanında yerləşdirdim. Burada nə bir bitki, nə də bir kol var. Onlara bol-bol nemətlər ver və elə et ki, rastlaşdıqları bütün insanlar ailəmi sevsinlər. İbrahim peyğəmbər Həcəri və İsmayılı su və yemək olmayan səhrada qoyub getdi. Həcər tuluqdakı sudan içib balaca İsmayılı əmizdirirdi. Bir neçə gün sonra tuluqdakı su qurtardı. Həcərin südü də kəsildi. İsmayıla yedirməyə və içirməyə bir şey qalmadı. Həcər çarəsiz halda Allaha dua edirdi. Balaca İsmayıl susuzluqdan yanırdı. Həcər bəlkə buradan keçən bir karvan və ya atlı görər deyə yaxınlıqdakı Səfa adlanan bir dağa çıxıb su axtardı. Günəşin istisi səhra qumlarını qızdırırdı. Həcər ətrafda heç kəsi görməyib aşağı düşdü və yaxınlıqdakı digər təpəyə, Mərva təpəsinə tərəf yüyürdü. O su tapmaq ümidi ilə Səfa və Mərva arasında 7 dəfə gedib gəldi, lakin bir damla da su tapa bilmədi. Həcər taqətdən düşmüşdü. Acılıq və susuzluqdan nəfəsi güclə gedib gələn İsmayıl isə arxası üstə yerə uzanmışdı. O ayaqlarını yerə bərk-bərk sürtürdü. Həcər Mərva dağının üzərində qanadı ilə yeri qazan bir mələk gördü. Elə bu an İsmayılın ayaqları altından şəffaf su çeşməsi fəvvarə vurdu. Ana sevinc içində qaçıb gəldi, sudan içib körpəsini əmizdirdi. Çox keçmədi ki, quşlar o bomboş çöldə suyun olduğundan xəbər tutdular. Daha sonra ətrafda yaşayan adamlar da quşların ora uçmasından bildilər ki, yaxınlıqda su var. Onlar gəlib Həcərə qonşu oldular. Beləcə, Həcər və İsmayılın ətrafı insanlarla doldu. Artıq Həcərlə İsmayıl tək deyildilər. Ətraflarında onları sevən yaxşı insanlar var idi. Allahın izni ilə bu torpaqlar onlar üçün rahat bir məkana çevrildi. İbrahimin duası qəbul oldu. İsmayıl insanların əhatəsində xoşbəxt böyüdü. Bu tayfalardan ərəb dilini öyrəndi. Bir müddət sonra İsmayılın anası Həcər vəfat etdi. Bir gün Allah İbrahim peyğəmbərə yuxusunda oğlu İsmayılı qurban kəsməsini əmr etdi. İbrahim bildi ki, bu Allah tərəfindən onun üçün hazırlanmış daha bir sınaqdır. Bundan əvvəl də Allah İbrahimi bir neçə dəfə sınamışdı. İbrahim oda atılmağa, oğlunu və arvadını bomboş səhrada tək qoymağa razı olmuşdu. İndi isə Rəbbi onu daha böyük bir imtahandan keçirirdi. Oğlunu qurban kəsmək İbrahim üçün çox çətin idi. Lakin Rəbbini oğlundan çox sevən İbrahim yenə də onun əmrinə tabe oldu. Yuxudan oyanan kimi oğlu İsmayılın yanına getdi. Bir qədər susduqdan sonra ona: Oğlum, bir yuxu gördüm. Yuxuda səni qurban kəsirdim. Sən bu işə nə deyirsən? dedi. İsmayıl gülümsəyərək: O halda sənə əmr ediləni yerinə yetirəcəm. Rəbbimizdən gələn hər bir əmr qəbul olunur. Cavabını verdi. Oğlunun bu cavabından sonra İbrahim Allahın əmrini yerinə yetirməyə getdi. Çox sevdiyi oğlunu üzü üstə yıxıb qurban etmək üzrə idi ki, Allahdan bir səs gəldi. Dayan İbrahim, sən Rəbbinə nə qədər bağlı bir qul olduğunu sübut etdin.
Rəbbinin əmrini dərhal yerinə yetirdin. Öz sədaqət və vəfanı göstərdin. Oğlunu qurban verməkdən çəkinmədin. Elə bu zaman Allah İbrahimə İsmailin əvəzində qurban vermək üçün böyük bir qoç göndərdi. İbrahim oğlunu deyil, göndərilmiş qoçu qurban kəsdi. Bir gecə İbrahimin yanına 3 gənc gəlib Allahın salamı ilə onu salamladılar. İbrahim onların salamını aldı və dərhal onlar üçün süfrə hazırlatdı. Süfrəyə qızarmış buzov əti gətirildi. Lakin qonaqlar əllərini yeməklərə uzatmadılar. Qonaqların yeməkdən yeməmələri İbrahimin xoşuna gəlmədi və o bərk narahat oldu. Bunu görən qonaqlar İbrahimə: Qorxma, biz Allah tərəfindən göndərilmiş mələklərik. Sara ilə sənin bir oğlunuz olacağı xəbərini vermək üçün gəlmişik. Dedilər. İbrahim peyğəmbərin heyrəti biraz da artdı. Sara isə: Mən qoca bir qarı, ərimdə qoca bir kişi ola necə oğlumuz ola bilər? dedi. Mələklər ona: Sən Allahın işinə təəccüb edirsən? Allahın mərhəmətindən heç kim ümidini üzməməlidir. cavabını verdilər. Beləcə İbrahim və Saranın İshak adlı oğlu dünyaya gəldi. Allah ona da peyğəmbərlik verdi. İllər keçmişdi. Məkkə torpaqları çox dəyişmişdi. O boş və susuz səhradan əsər əlamət qalmamışdı. İsmail böyümüş, yaraşıqlı və güclü bir gənc olmuşdu. Artıq evlənmişdi. İsmail Rəbbinə inanır, ona ibadət edirdi. Bu müddət ərzində atası İbrahim tez-tez ona baş çəkmişdi. İsmailin yaşadığı torpaqda illər əvvəl Adəm peyğəmbər tərəfindən bünövrəsi qoyulmuş bir ev var idi. Bu evin adı Kəbə idi. Kəbə evi yerdən biraz hündürdə idi. Sel suları onun sağ və sol tərəfindən axırdı. Zaman keçdikcə ev uçub dağılmışdı. Bir gün İbrahimə Allahdan əmr gəldi ki, Kəbəni yenidən tiksin. Kəbə yer üzündə ilk ibadətgah olmalıydı. Bu işdə İbrahimin oğlu İsmail də ona kömək etməli idi. Ata və oğul Kəbənin tikintisinə başladılar. Gecə-gündüz çalışdılar. Birlikdə daş qırıb palçıq düzəldib divar hördülər. Ata və oğul iş görə-görə dua edirdilər. İsmail: Ey Rəbbimiz, zəhmətimizi boşa çıxarma. Bu əməlimizi bizdən qəbul et. Sən görürsən və eşidirsən. Bizi sənə iman gətirənlərdən et. deyirdi. İbrahim isə: Ey Rəbbim, Məkkəni əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə ibadət etməkdən qoru. Nəslimizdən onlara peyğəmbərlər göndər. Onların içərisindən sənə iman gətirən insanlar çıxar. Sənə inananlara bol ruzi ver. deyə dua edirdi. Allahın izni ilə Kəbənin tikintisi başa çatdı. Bu zaman Allah: Ey İbrahim, Kəbəni insanların ibadət yeri edin. Oranı ziyarətgah edərək dua edən insanlar üçün təmiz saxlayın. deyə əmr etdi. Yer üzünün dörd tərəfindən insanlar ibadət üçün Kəbəyə gəldilər. İbrahimin nəslindən neçə-neçə peyğəmbərlər doğuldu. İbrahimin oğlu İsmailin nəslindən Muhammed sallallahu aleyhi və səlləm doğuldu. İbrahimin digər oğlu İshakın nəslindən Yaqub, Yusuf, Musa, Davud və Süleyman peyğəmbər dünyaya gəldi. İbrahimin və İsmailin Rəbbi onların duasını qəbul etdi. Hud peyğəmbərin hekayəsi. Yəmən ölkəsinin şimalında geniş bir düzənlik var idi. Burada çox qədim ərəb qəbilələrindən biri olan Ad tayfası məskən salmışdı. Onlar tək Allaha ibadət edirdilər. Bilirdilər ki, şeytan onların düşmənidir. Uca Allah öz nemətlərini bu insanlardan əsirgəməmişdi. Sularını bol, torpaqlarını bağlı-bağçalı etmişdi. Ad tayfasının vadi dolu dəvələri, at ilxıları və qoyunları var idi. Yaşadıkları məkan yaşıllıq içərisində idi. Orada çəmənlərin içində qaynayan bulaqlar var idi. Ad tayfasının insanları hündür boylu, sağlam bədənli və qüvvətli idilər. Onlar hamını məğlub etsələr də, heç kəs onları məğlub edə bilmirdi. Hamı onlardan qorxurdu. Onlar xəstəliyin nə olduğunu bilmirdilər.
Uzun zaman sonra şeytan Ad tayfasını da öz hiləsinə saldı və Allahı onlara unutturdu. İnsanlar ulu babalarını cəzalandırmaq üçün Allahın tufan göndərdiyini, Nuhun gəmisində olanların isə necə xilas olduqlarını unutdular. Daşlardan heykəllər yonub düzəltdilər və onlara ibadət etməyə başladılar. Tayfa yalnız yemək, içmək və əylənməklə məşğul idi. Böyük qəsrlər və hündür evlər tikməkdə bir-birləri ilə yarışırdılar. Bu adamlar artıq haqqın yolunu itirmişdilər. Ona görə də zalım və qəddar idilər. Qolu zorlular zəifləri əzir, varlılar yoxsulların üstünə hücum çəkirdilər. Oğurluq və yol kəsənlik, adam aldatmaq və yalan danışmaq onlar arasında pis əməl sayılmırdı. Bu adamlar içərisində Hud adlı bir nəfər var idi. O, Ad tayfasının şərəfli ailəsindən idi. Çox ağıllı və xeyirxah bir insan idi. Allah Hudu peyğəmbər seçdi ki, tayfasına rəhbərlik etsin. Hud öz tayfasının halına acıyırdı. Hər kəsi tək Allaha ibadət etməyə çağırırdı. Ay cəmaət, bu daşlara ibadət etməkdən əl çəkin. Sizi yaradan Allahdır. Qazancınızı da, övladlarınızı da sizə verən odur. Yer üzündəki güc, qüvvət və hökmranlığı da sizə Allah verib. Allahı qoyub daşdan yonduğunuz heykəllərə necə ibadət edə bilərsiniz? Deyirdi. Ancaq Ad tayfasının cəmaatı onu eşitmirdilər. Ad tayfası yalnız əylənməkdən ibarət olan həyatına dalmışdı. Ona görə də Hudun dedikləri bu insanların ağlına batmırdı. Hud nə danışır? Bizdən nə istəyir? Biz onun sözlərini anlamırıq. O səfih və dəlidir. Hud yalancıdır. Deyirdilər. Hud güman edirdi ki, nəhayət onun sözləri qəlblərə yol tapacaq və tayfası imana gələcək. O deyirdi. Mən sizin qardaşınızam. Həmişə düz danışan adam olmuşam. Siz məni tanımırsınız? Ey qardaşlarım, nə üçün məndən qaçırsınız? Allah insanlarla bir-bir danışmaz. Onların içindən bir elçi seçər və istədiyini ona deyər. O da Allahın əmrini insanlara çatdırar. Allah məni sizə nəsihət etmək üçün seçib. Mən sizi Allaha ibadətə çağırıram. Bunun üçün sizdən mal və pul istəmirəm. Nə üçün Allaha ibadət etmək istəmirsiniz? Bunu etsəniz, gücünüz, qüvvətiniz, malınız da artar. Sizin ibadət etdiyiniz heykəllər nə eşidə, nə də görə bilirlər. Onlardan sizə heç bir fayda yoxdur. Ad tayfasının insanları Hudun çağırışına qulaq asmadılar. Şeytan yenə də onları yoldan azdırdı. Hudu yalancı sayan insanlar dedilər. Ey Hud, sən bizim ilahlarımız olan heykəllərdən qorxmadın. Onları yalan saydın. Biz də sənin ilahına iman gətirmirik və onun əzabından qorxmuruq. Belə olduqda Hud onları Allahdan əzab gələcəyi ilə qorxutdu. Onlar yenə də inanmadılar. Biz səndən böyük əzab barədə çox eşitmişik. Bəs bu nə zaman baş verəcək? Biz bu əzabı səbirsizliklə gözləyirik. Dedilər. Hud dedi. Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənə öyrədilənləri söyləyirəm. Lakin mən sizin inadkar və cahil adamlar olduğunuzu görürəm. Hud öz tayfasının halına çox üzülürdü. Əzabın vaxtı isə yaxınlaşırdı. Ad tayfası hər gün yağışın yağmasını gözləyirdi. İnsanlar hər gün səmaya baxır, ancaq buludları görmürdülər. Yağışı yağdıran Allaha isə inanmır, onun elçisinə lağ edirdilər. Beləcə yağış yağmır, onların əkin sahələri yanıb məhv olurdu. Günlərin bir günü Ad tayfasının insanları səmaya baxdıqda böyük bir bulud gördülər. Buna çox sevindilər. Elə bildilər ki, gördükləri bu bulud onlara yağış gətirir. Yağış yağacaq və torpaqlarında əkdikləri bitkilər cücərəcək. Bircə Hud bilirdi ki, bu böyük əzabın əlamətidir. Beləliklə, haqq olan əzab gəldi. İnsanların hələ o vaxta qədər görmədikləri və eşitmədikləri külək qalxdı. Külək ağacları kökündən qoparır, evləri dağıdır, insanları və heyvanları burulğan kimi alıb uzaq yerlərə aparırdı. Ətraf qumdan görünməz olmuşdu. İnsanlar heç nə görmür, qorxu içində evlərinə girib qapılarını bərk-bərk bağlayırdılar.
Qadınlar vahimə içində qışqırır. Uşaqlar analarına sarılıb ağlayırdılar. Bu çox dəhşətli bir mənzərə idi. Beləcə Ad tayfasının böyük qismi həlak oldu. Yalnız Hud və ona inananlar sağ qaldılar. Ad tayfasının bir zaman yaşadığı yerin xarabalıqlarında isə bayquşlar məskən saldı. Musa peyğəmbərin hekayəsi. Yaqub peyğəmbərin Kənan elindən gəlmiş oğullarına və onların nəslinə İsrail oğulları deyirdilər. Çünki İsrail Yaqub peyğəmbərin ləqəbi idi. İsrail oğulları bir müddət sonra varlandılar və yüksək vəzifələr tutdular. Bu səbəbdən də onların davranış tərzi başqa oldu. Yusuf peyğəmbərin vəfatından sonra onun Misirdə yaşayan tayfasının əxlaqı getdikcə dəyişməyə başladı. Onlar Allaha ibadət etməyi unutdular və dünyaya bağlandılar. İsrail oğulları özlərindən varlı olanlara hörmət edir, kasıbları isə təhqir edirdilər. Yerli əhali artıq onları başqa ölkədən gəlmiş qərib hesab edir və Misirdə yaşamalarını istəmirdi. Misir ölkəsinin fironu çox zalım idi. O Misirin yerli əhalisi olan Qibti tayfasından idi. Firon dünyanı hər şeydən üstün tutur və hökmdar olmaq üçün yarandığını düşünürdü. Onun qəddarlığı həddini aşmışdı. O hamıya "Mən aləmlərin Rəbbiyəm" deyirdi. Öz qüvvəsi, qəsrləri və mülkü ilə öyünür. "Misirin mülkü, ağaclar altından axan çaylar mənim deyilmi?" deyirdi. Hətta insanları ona səcdə etməyə çağırırdı. Firon ölkəsində yaşayanları kasıb və varlılara bölmüşdü. Kasıb və məzlumlara zülm edirdi. Qibti tayfasına aid olmadıkları üçün İsrail oğullarını da zülm və işgəncə altında saxlayırdı. Özünü ilah elan etmiş Firon öz sarayında cəh-cəlal içində yaşamağa davam edirdi. Bir gün ona çatdırılan pis xəbər buna mane oldu. Vəzir: Ey Tanrımız, mən İsrail oğullarından bir dəstənin öz aralarında danışdığını eşitdim. Tezliklə Yusufun tayfasından bir oğlan dünyaya gələcək. Sənin taxt-tacın onun əli ilə dağıdılacaq, dedi. Vəzirin İsrail oğullarından eşitdiyi, onların öz aralarında babaları Yaqub, İshak və İbrahimdən gələn kitablardan oxuduğu sözlər idi. Bu kitablarda Fironun səltənətinə İsrail oğullarından gələn bir oğlanın son qoyacağı barədə yazılmışdı. Firon bu xəbəri eşitdikdə qəlbi çırpındı. Çox düşündü, özünü çarəsiz hiss etdi. Bir qədər sonra düşüncələrdən ayrıldı. Üzünü onun əmrini hər zaman gözləyən əskərlərinə tərəf çevirdi. Saraydakı sükutu öz qəzəbli səsi ilə pozdu. "Öldürün, İsrail oğullarının ailələrindəki bütün oğlan uşaqlarını öldürün" deyə əmr etdi. Bunu eşidən saray əyanları ona: Sən bütün İsrail oğullarını öldürsən, sonra işlərini gördürmək üçün adam tapmayacaqsan deyərək nəsihət etdilər. Bu nəsihət Fironun ağlına batdı. Beləcə qərarını dəyişərək əskərlərinə ancaq yeni doğulan oğlan uşaqlarını öldürməyi əmr etdi. Firon özünü insanların ağası hesab edirdi. Düşünürdü ki, o istədiyini öldürüb, istədiyini də sağ buraxa bilər. Lakin Firon bilmirdi ki, Allahın vədi haqdır. Əgər Allah bir işin olacağına qərar vermişsə, o mütləq olacaqdır. Əskərlər Fironun əmrini alan kimi Misirin küçələrinə səpələndilər. İsrail oğullarının təzə doğulan oğlan uşaqlarını tapıb öldürdülər. Fironun məmləkətində öz tayfasından olan insanlar, hətta dərələrdə və təpələrdə yaşayan vəhşi heyvanlar da rahat yaşayırdılar. Lakin İsrail oğulları içərisində doğulan uşaqlar isə ölümə məhkum idilər. Uşaqlar ata-analarının gözü önündə öldürülürdülər. İsrail oğullarının ailələrində yeni oğlan doğulduğu gün onlar üçün ən faciəli və kədərli gün olurdu. Firon tərəfindən göndərilmiş adamlar İsrail oğullarının yaşadığı ərazidə gəzib dolaşırdılar. Hamilə qadın gördükdə dərhal onu gözaltına alırdılar. Qadının uşağı dünyaya gətirmək zamanı gəlib çatdıqda başının üstünü alırdılar. Qız uşağı doğulduqda çıxıb gedirdilər. Oğlan uşağı doğulduqda isə onu öldürürdülər.
Bu vəziyyət bir neçə il davam etdi. Nil çayının sahilində İsrail oğullarından İmran adlı bir nəfər ailəsi ilə yaşayırdı. Ailədə Harun adlı bir oğlan uşağı böyüyürdü. Onlar həm də yeni doğulacaq övladlarını gözləyirdilər. İmranın arvadı çox üzülürdü. Yeni doğulacaq övladları oğlan olarsa, Fironun əsgərlərinin onu öldürəcəklərindən qorxduğu üçün gözünün yaşı qurumurdu. Əri İmran ona təsəlli verir. Qorxma, Allah bizi qoruyar, deyirdi. Allahın istəyinin qarşısını heç nə ala bilməzdi. Allah Fironun qorxduğu hadisənin onun başına gəlməsini istəyirdi. Zəif olduqları üçün zülm edilən İsrail oğullarını yer üzündə güclü etmək istəyirdi. İsrail oğullarından bir oğlan doğulmalı, sağ qalmalı və böyüməli idi. Fironun əsgərlərinin gözü nə qədər iti olsa da, Allah İmranın arvadının hamilə olduğunu onlardan gizlətdi. Günlərin bir günü İmranın arvadı oğlan uşağı dünyaya gətirdi. Uşağın adını Musa qoydular. Musa, Firon və onun əsgərlərinin xəbəri olmadan böyüyürdü. Ana nə edəcəyini bilmirdi. Çarəsiz qullarına yardım edən Allah ona acıdı. Ona belə bir ilham verdi. Qorxma və kədərlənmə. Bir sandıq düzəlt və bu sandığa uzun ip bağla. Uşağı əmizdir. Təhlükə olanda uşağı sandığa qoyub çaya burax. İpi isə sahilə bərkit. Təhlükə sovuşduqdan sonra isə ipi çəkib uşağı götür. Ana beləcə 3 ay uşağını Fironun əsgərlərindən qorudu. Amma bir dəfə o təhlükə hiss edib qorxdu. Uşağı sandığa qoyub çaya buraxdıqda ipi sahilə bağlamağı unutdu. Sandıq uşaqla birlikdə Nil çayı boyunca üzüb getdi. Musanın anası çox kədərləndi. Lakin Allah onu yenə də agah etdi ki, Kədərlənmə, biz onu sənə qaytaracağıq. Musanın anası Allahın vədinə inanırdı. Allahın öz bəndəsini qoruyacağına əmin idi. İnanırdı ki, çox keçmədən Allah Musanı ona qaytaracaqdır. Nil sahilində Fironun çoxlu sarayları var idi. Bir gün o Nil sahilində oturub ayağının altından axan çayı seyr edirdi. Həyat yoldaşı Asiya da onunla birlikdə idi. Birdən sarayın xidmətçiləri Nilin ləpələri üzərində oynayan sandığı gördülər. Əvvəlcə onlar bunun sandıq deyil, ağac kötüyü olduğunu düşündülər. Lakin yaxınlaşdıqca onun sandıq olduğunu gördülər. Qulluqçular sandığı çaydan çıxarıb Fironun xanımı Asiyaya gətirdilər. O sandığı açdıqda içərisində balaca bir oğlan uşağının olduğunu gördü. Ətrafda olan hər kəs çox heyrətlə Nə gözəl uşaqdır, dedi. Asiya uşağı görən kimi qəlbində ona qarşı bir sevgi hiss etdi. Onu bağrına basıb öpdü. Firon heyrət içində həm körpəyə, həm də xanımına baxırdı. Firon və xidmətçiləri dedilər: Bu yəqin İsrail oğullarından biridir. Onu mütləq öldürmək lazımdır. Asiya körpəni müdafiə edərək: Uşağı öldürməyin. Onu oğulluğa götürsək, ola bilsin bizə də fayda verər, dedi. Firon xanımının çox xoşbəxt olduğunu görüb ona etiraz edə bilmədi. Fironun sarayında həmin gün bir bayram abu-havası var idi. Hər kəs uşağı çox sevmişdi. Allah Musanı qorumaq üçün insanların qəlbində ona qarşı sevgi oyatmışdı. Bir qədər sonra körpə Musa möhkəm ağlamağa başladı. Uşağın ac olduğunu hiss edən Asiya onu əmizdirmək üçün saraya qadınlar çağırtdırdı. Misirin hər tərəfindən qadınlar gəldi. Çox qəribə idi. Uşaq qadınlardan heç birinin döşünü tutmur, ağlayırdı. Qadınlar Fironun xanımını sevindirib əvəzində böyük mükafat almaq üçün əllərindən gələni edirdilər. Hamının başı uşağa qarışmışdı. Bütün saray onunla məşğul idi. Hamı Asiyanın əmri ilə Musaya süd anası axtarırdı. Fironun xanımı Asiya təzə tapdığı körpəsi üçün sevinməkdə ikən, Musanın anası itirdiyi körpəsinin dərdini çəkirdi. Allah isə ona səbir verirdi. O sandığı çayın suları aparanda qızını körpəsinin dalınca göndərmişdi. Bacısı qardaşı Musaya uzaqdan uzağa göz qoymuşdu. Fironun qulluqçularının sandığı götürməsini görmüşdü. Beləcə Allah Musanı qorumuşdu. Nil çayının suları onu batırmamışdı. Üstəlik ailəsi də onun harada olduğunu öyrənmişdi.
Bir gün Musanın bacısı bazarda ikən qardaşına süd anası axtaran qadınları gördü və onlara dedi: Sizə bir süd anasının evini göstərəcəm. O uşağı əmizdirə bilər. Onlar ümidsiz halda Musanı da götürüb qızın ardınca getdilər. Anası Musanı qucağına aldı. Uşaq onun südünü iştahla yeməyə başladı. Körpə rahatlaşmışdı. Ətrafdakılar da buna çox sevindilər. Xəbər Asiyaya çatdıqda Musanın anasını saraya çağırdı. Musanın yalnız bu qadının qucağında sakitləşməsinə hər kəs çox təəccüblənmişdi. Beləcə Allah öz mərhəmətini bir daha göstərdi. Ana və körpəsini bir-birinə qovuşdurdu. Artıq anası Musanı hər gün əmizdirib əvəzində Fironun xanımından mükafat alırdı. İsrail nəslindən olan İmran oğlu Musa Fironun sarayına daxil oldu. Zalimların qurduğu tələ nəticəsiz qaldı. Musa öldürülmədi. Üstəlik uşaqları öldürmək əmri verən Fironun və onun əsgərlərinin gözü qarşısında böyüdü. Onların gözü və hissiyatı nə qədər iti olsa da Musanın İsrail oğullarından olduğunu bilmədilər. Allah istəyirdi ki, uşaqların düşməni olan zalim Fironun mülkünü bu uşağın əli ilə dağıtsın. Nəhayət Musa süddən kəsildi və Fironun sarayında böyüməyə başladı. Allah öz nəzarəti ilə Musaya ən gözəl qidanı, geyimi və güzaranı bəxş etmişdi. Anası da artıq Musaya görə narahat değildi. İllər keçdi. Musa böyüyüb gənc bir oğlan oldu. Allah ona elm, ağıl, zəka verdi. Həm sarayda, həm də bütün Misirdə hər kəs ona hörmət edirdi. Musa hündür boylu və fiziki cəhətdən çox güclü idi. Musa məzlum və zəifləri himayə edir, onlara hər zaman kömək göstərirdi. Musa İsrail oğullarının məruz qaldıqları haqsızlıqlara dözə bilmirdi. Onlar ac ikən Firon əsgərlərinin nemət içərisində yaşadığını görürdü. Firona qəlbində nifrət edir, amma susurdu. Bir gün Musa 2 nəfərin dava etdiyini gördü. Onlara yaxınlaşanda gördü ki, biri yerli Misirli, digəri isə Kənan elindən gəlmə İsrail oğludur. İsrail oğlu Musanı görən kimi yalvardı ki, onu Misirlinin əlindən alsın. Musa Misirliyə mane olmaq istədi. Misirli Musanı yerə yıxıb İsrail oğlunun üstünə atıldı. Bu məqamda Musa yumruğu ilə Misirliyə bir zərbə vurdu. Misirli yerə yıxılıb öldü. Musa çox peşman oldu. Başa düşdü ki, bu şeytan əməlidir. O Allaha tövbə etdi. Allah Musanı bağışladı. Çünki Musa qəsdən adam öldürməmişdi. Misirlini sadəcə vurmaq istəmir, lakin zərbəsi güclü olduğu üçün o ölmüşdü. Musa Allahın verdiyi nemətlərə şükür etdi, heç vaxt günahkarlara arxa olmayacağına söz verdi. Hadisə qısa zamanda şəhərə yayıldı. Misirlilər hər yerdə öldürülən Misirlinin qatilini axtarmağa başladılar. Ertəsi gün Musa pərişan halda şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran İsrail oğlu başqa bir Misirli ilə yenə vuruşduğunu gördü. O yenə fəryad qoparıb Musanı köməyə çağırdı. Bunu görən Musa ona dedi: Sən yenə də insanlarla vuruşursan? Sən doğrudan da yolunu azmış bir insansan. Musa tərbiyələndirmək məqsədi ilə onlara yaxınlaşanda İsrail oğullarından olan adam qorxdu və dedi: Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalim biri olmaq istəyirsən? Bu zaman Misirli başa düşdü ki, dünənki adamı da Musa öldürüb. O Fironun yanına qaçaraq dedi: Dünən Musa İsrail oğlunu müdafiə edərkən bir Misirlini öldürüb. Bu xəbərdən sarayda hamı bir-birinə qarışdı. Əskərlər hər yerdə Musanı axtarmağa başladılar. Hər tərəf Fironun əskərləri ilə dolu idi. Onların gözləri çox iti idi. Lakin sarayda Musanı çox sevən biri vardı. O Musanı taparaq sarayda baş verənləri ona danışdı. Ey Musa, əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx. Mən bunu sənə tövsiyə edirəm. Dedi. Musa Misirdə qalmasının təhlükəli olduğunu başa düşdü. Qorxu içində ətrafına göz qoya-qoya şəhərdən çıxdı. O təlaş içində idi. Hara gedəcəkdi? Fironun əskərləri Misirin hər tərəfini əhatəyə alaraq onu axtarırdılar. Musa Rəbbinə üz tutdu. Ondan yardım istədi. Ey Rəbbim, məni zalım qövmdən xilas et. Deyərək yalvardı.
Musa Rəbbinin ona doğru yol göstərəcəyinə inanırdı. O Mədiyən şəhərinə üz tutdu. Musa günlərlə ayaqyalın və ac yol getdikdən sonra taqətdən düşmüş halda Mədiyən şəhərinə çatdı. Mədiyən Misir mədəniyyətinin olmadığı bir yer idi. Orada Misirdəki saraylar və bazarlar yox idi. Lakin insanlar Fironun zülmündən uzaq idilər və çox xoşbəxt yaşayırdılar. Burada Allaha ibadət və ədalət var idi. Hər kəs Firon və onun əsgərlərindən qorxmadan rahat gəzirdi. Musa dincəlmək üçün Mədiyən şəhərinin ətrafındakı bir quyunun kənarında dayandı. Gördü ki, kişilər bir-birini itələyərək quyudan su çəkirlər. İki cavan qız isə onların arxasında dayanıb baxır. Qızların qarşılarında bir neçə qoyun var idi. Bu mənzərə Musanın qeyrətinə toxundu. Musa irəli çıxıb qızlardan soruşdu. Burada niyə durmusunuz? Qızlardan biri: Quyudan su çəkməliyik. Gözləyirik ki, kişilər getsin, sonra biz də qoyunlarımızı suvaraq. Atamız qocadır. Ona görə də qoyunları həmişə biz suvarırıq. deyə cavab verdi. Musa dərhal quyudan su çəkib qoyunlara su içirtdi. O Mədiyəndə heç bir yeri və heç kəsi tanımırdı. Hara gedəcəyini bilmirdi. Beləcə kölgəyə çəkilib yenə də Rəbbinə üz tutdu və xeyir istədi. Qızlar qoyunlarına su içirdib evə həmişəkindən tez qayıtdılar. Ataları təəccüblənib səbəbini soruşduqda onlar baş verənləri danışdılar. Bu iki qızın atası ağıllı və salih bir qoca idi. O eşitdiklərindən məmnun qaldı. Demək ki, o gənc Allahı razı salmaq üçün sizə kömək etdi, dedi. Sonra qızlarından birini gənci yanına çağırması üçün geri göndərdi. Qız utana-utana Musanın yanına gəlib dedi. Atam səninlə danışmaq istəyir. Sən həm də burada qəribsən. Yəqin ki, heç kəsi tanımırsan. Bizim əvəzimizə qoyunlara su verdin. Bu yaxşılığının haqqını ödəmək üçün atam səni yanına çağırır. Musa Allahın onun duasını qəbul etdiyini və ona doğru yol göstərdiyini artıq anladı. Dəvəti qəbul etdi və qızın arxasınca getdi. Qoca Şueyb onu güləriz qarşıladı. Bir qədər sonra Musa başına gələn əhvalatı ona danışdı. Qoca onu səbir və təmkinlə dinlədikdən sonra qorxma, sən artıq zalım adamların əlindən xilas olmusan, dedi. Beləliklə Musa ən əziz və hörmətli qonaq kimi Şueybin yanında qaldı. Bir gün qızlardan biri atasına: Atacan, Musanı çobanlığa işə götür. O, etibarlı insan oxşuyur, dedi. Qızının bu sözü Şueybin ağlına batdı. Musanı yanına çağırıb dedi. Musa, özün görürsən ki, oğlum yoxdur. Artıq qocalmışam, iş görə bilmirəm. Məni işləməkdə kömək edəcək bir adama ehtiyacım var. Qızlarımdan birini sənə ərə vermək istəyirəm. Amma bunun üçün sən 8 il mənə çobanlıq etməlisən. Musa bu təklifi qəbul etdi. 8 il yanında işləmək şərti ilə onun qızlarından biri ilə evləndi. Şueyb də Allahın peyğəmbərlərindən idi. Mədiyəndə illər çox gözəl keçirdi. Lakin Musanın qəlbində Misrə qayıtmaq arzusu var idi. Həm də onun Şueyb peyğəmbərə söz verdiyi müddət artıq başa çatmışdı. Musa Mədiyəni tərk etmək istədiyi barədə öz arvadına dedi. Onlar Şueyb peyğəmbərlə vidalaşıb yola çıxdılar. Musa ailəsi ilə birgə yolunu Sina dağı tərəfdən saldı. Dağın ətəyinə çatanda hər tərəfi qaranlıq bürümüşdü. Musa yolunu azıb çaşbaş qaldı. Hansı tərəfə gedəcəyini bilmədi. Bu zaman onun gözünə dağ tərəfdən işıq saçan bir od göründü. Arvadına tərəf dönüb dedi. Burada dayan, məni gözlə. Uzaqda bir od gördüm. Gedim bir köz gətirim qızınaq. Musa od olan tərəfə getdi. Getdiyi yerin adı Tuva vadisi idi. Musa oda yaxınlaşdıqda sağındakı ağacdan qulağına bir səs gəldi. Ey Musa, həqiqətən mən sənin Rəbbinəm. Başmaqlarını çıxart, çünki sən müqəddəs Tuva vadisindəsən. Mən səni seçmişəm. Sənə vəh olunanı dinlə. Həqiqətən mən Allahım. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və məni xatırlamaq üçün namaz qıl. Bu Musanın və hər kəsin Rəbbi olan Allah idi. Musa onu görə bilmirdi. Ancaq səsini eşidirdi.
Bu Allahın sözü idi. Musaya vəhy edirdi. Beləcə Allah Musanı peyğəmbər seçdi və ona yalnız Allaha ibadət etməyi əmr etdi. Musanın əlində əsası vardı. Onu özü ilə gəzdirir və ona söykənirdi. Allah dedi: Musa, əlindəki əsanı yerə at. Musa əsanı yerə atdı və o dərhal ilan olub sürətlə sürünməyə başladı. İlan nəhəng idi. Musa ilanı görən kimi vahimələndi. Allah buyurdu: Götür onu, qorxma. O əvvəlki halına qayıdacaq. Musa onu tutan kimi əsa əvvəlki vəziyyətinə qayıtdı. Beləcə Rəbbi Musaya əsanı möcüzə olaraq verdi. Artıq Musa əsanı hər dəfə yerə atanda o ilana çevriləcəkdi. Rəbbi Musaya ikinci möcüzəsini də verdi. Musa əlini qoynuna qoyduqda o işıq saçırdı. Bu möcüzələr Musaya, zalım Firona və onun sarayındakılara qarşı güclü olmaq üçün verilmişdi. Firon hələ də insanlara zülm edirdi. Allah isə yaratdığı insanların bir-birinə ziyan törətmələrini deyil, ədalətli olmalarını istəyirdi. Ona görə də Rəbbi Musaya Fironun yanına getməsini əmr etdi. Fironu zülm etməkdən çəkinmək və tək Allaha ibadət etməyə çağırmasını istədi. Musa Fironun qarşısına tək çıxmaqdan çəkinirdi. Çünki illər öncə onun tayfasından olan adamı öldürmüş və qaçmışdı. Həm də Musanın dilində kəkələmə var idi. Yaxşı danışa bilmirdi. Bir gün Musa: Ey Rəbbim, mənə güc ver, işimi yüngülləşdir. Dilimdəki düyünü aç ki, sözümü anlasınlar. Bir də qardaşım Harunu mənə köməkçi, işimə ortaq et. Qoy o mənə dayaq və arxa olsun. Deyə dua etdi. Allah sevimli bəndəsi Musanın duasını qəbul etdi. Haruna da vəhy edib, ona da peyğəmbərlik verdi. Sina dağında olarkən Musa peyğəmbərə belə bir nida gəldi. Fironla yumşaq danışın. Onu haqqa dəvət edib deyin ki, biz səni yaradanın elçisiyik. Kim bizim dəvətimizi qəbul etməsə, onu ilahi əzab gözləyir. İki qardaş Musa və Harun Fironun yanına gəldilər. Musa Firona dedi: Allah mənə peyğəmbərlik verib. Biz Allahın elçisiyik. O bizi sənə doğru yola çağırmaq, imana dəvət etmək və zülm etməkdən əl çəkməyə tövsiyə etmək üçün bura göndərib. Firon bunları eşitcək özündən çıxdı. Sən övladlığa götürüb böyütdüyümüz, sonra Misirlini öldürüb qaçan Musa deyilsən? Musa təmkinlə cavab verdi. Sən məni saxlayıb böyütdüyünü başıma qaxırsan. Halbuki mənim öz evimdə deyil, sənin yanında böyüməyim sənin İsrail oğullarını kölə edib, oğlan uşaqlarını öldürməyin səbəbindən idi. Əgər sən İsrail oğullarının oğlan uşaqlarını öldürməyi əmr etməsəydin, anam məni çay atmazdı və mən də gəlib sənin sarayına çıxmazdım. Misirlini isə istəmədən öldürmüşəm. Mən bunun üçün Allahdan məni bağışlanmasını istədim. O da bağışladı, mənə peyğəmbərlik verdi. Firon çox hirslənmişdi. Hər kəlməsində Haqqında danışdığın və səni peyğəmbər edən Allah kimdir? deyirdi. Musa sakitcə: O göyün yerin Rəbbidir. O yer üzündə gördüyün hər şeyi yaradandır. Bütün insanları, səni və məni də o yaradıb. Hər birimiz yalnız ona ibadət etməliyik. deyirdi. Firon ətrafındakıların da Musaya qəzəblənməsini istədi. Musaya belə bir sual verdi. Deyirsən ki, əgər biz Allaha ibadət etməsək, o bizi cəzalandıracaq? Bəs onda bizdən əvvəlki yaşamış nəsillərin halı necə olacaq? Amma Musa çox ağıllı idi. Firona belə dedi. Onlar haqqındakı bilgi Rəbbimin yanında olan kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur. Firon qəzəblənib Musanın sözünü kəsmək istədi və dedi: Ey xalqım, məgər Misir səltənəti və yerin altından axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü bütün Misirin sahibi mənəm? Musanın onun dediklərinə qəzəblənməməsi Fironu daha da özündən çıxardı. Əgər məndən başqasına itayət etsən, səni zindan atacağam, dedi. Musa peyğəmbər Fironun sarayında böyümüşdü. Firon onu çox yaxşı tanıyırdı. Onun əxlaqlı və tərbiyəli olduğunu bilirdi. Həmişə doğru danışdığını da bilirdi. Amma Fironluğu onun dediklərinə iman gətirməsinə mane olurdu. Firon dedi: Əgər dediyin kimi peyğəmbərsənsə, bizə bir möcüzə göstər.
Musa peyğəmbər Allahın izni ilə əlindəki əsanı yerə atdı. Əsa yerə düşər düşməz qorxulu ilana çevrildi. Sonra Musa əlini qoynuna salıb çıxardı. Əli ay kimi parıldayıb nur saçdı. Əsa belə vahiməli ilana çevrilə bilərdimi? İnsan əli belə işıq saça bilərdimi? Firon və saray ayanları heyrətlə onlara baxır, Musanın sehirbaz olduğunu güman edirdilər. Firon bu möcüzələrdən ibrət götürməyib dedi: Musa, sən bir sehirbazsan. Bizə göstərdiyin isə sehirdən başqa bir şey deyil. Sən öz sehrinlə bizi torpağımızdan çıxarmaq istəyirsən. Bizim də sənin kimi məharətli sehirbazlarımız var. Elə isə mənim ölkəmin sehirbazları ilə yarışacaqsan. Baxaq görək, onlara qalib gələ biləcəksənmi? Musa peyğəmbər Fironun bu təklifini qəbul etdi. Sehir yarışması üçün gün təyin edildi. Fironun dövründə Misirdə sehir sənəti geniş yayılmışdı. Ölkədə elə sehirbazlar var idi ki, öz əməlləri ilə adamları heyran qoyurdular. Firon onlara arxalandığı üçün Musanı yarışa dəvət etmişdi. Firon sehirbazların Musaya qalib gələcəklərinə əmin idi. O sehirbazları yanına çağırtdırıb Mütləq Musaya qalib gəlməlisiniz, dedi. Onları mükafatlandıracağına söz verdi. Nəhayət gözlənilən gün gəlib çatdı. İnsanlar səhər tezdən evlərindən çıxıb dəstə-dəstə meydana axışdılar. Məmləkətin hər yerindən sehirbazlar cəm olunmuşdu. Çox keçmədən Musa və Harun da gəldilər. Firon saray əhli ilə gəlib çıxdı. Yarış başlandı. Hər kəs səbirsizliklə kimin qalib gələcəyini gözləyirdi. Sehirbazlar Musaya tərəf dönərək Öncə kim başlasın? deyə soruşdular. Musa Siz başlayın, dedi. Sehirbazlar əllərindəki kəndir və əsalarını yerə atdılar. Bu alətlər qabaqcadan batırdıqları maddənin təsiri ilə tərpəndi. Cəmaata elə gəldi ki, onlar yerdə sürünən diri ilanlardır. Bunu görən Musanı bir anda vahimə bastı. O qorxurdu ki, möcüzəsini göstərənə qədər insanlar sehirbazların bu yalan sehrinə aldanarlar. Çünki Musa möcüzəsini göstərmək üçün Allahdan əmr gözləyirdi. Nəhayət Musanın Rəbbi ona: Qorxma, sən onlardan üstünsən. Onların etdikləri sadəcə bir sehirdir. Əlindəki əsanı yerə at, dedi. Musa əsanı yerə atdı. Əsa bir anda nəhəng ilana çevrilib, sehirbazların kəndir və alətlərini sümürüb utdu. İlanın ayaqları, uzun boğazı və qorxunc başı var idi. İnsanlar ondan qorxub kənara çəkildilər. Musa ilana əl vuran kimi o yenə də əsaya çevrildi. Sehirbazlar Musanın bu möcüzəsi qarşısında məğlub oldular. Onlar Musanın sehirbaz olmadığını, Allahın elçisi olduğunu anladılar. Musa möcüzələrini Rəbbinin köməyi ilə etmişdir. Biz Musa və Harunun elədiklərinə iman gətiririk, dedilər. Musa və Harunu Rəbbi qarşısında diz çökdülər. Firon sehirbazlara çox hirslənmişdi. Məndən izinsiz ona iman mı gətirdiniz? Şübhəsiz, o sizə sehir öyrədən böyüyünüzdür. Yəqin ki, əvvəlcədən Musa ilə sözləşmisiniz. Hamınızı cəzalandıracağam, deyərək qışqırdı. Sehirbazlar isə bizə istədiyin cəzanı verə bilərsən. Artıq həqiqəti öyrəndik və bu gündən Musanın yolunu tutub bir olan Allaha iman gətirəcəyik, dedilər. Onlar zalım Firondan qorxmadılar, dediklərindən dönmədilər və Musanın ətrafında toplandılar. Çünki bilirdilər ki, Allahın onlara vəd etdikləri Fironun verdiyi bəxşişlərdən daha xeyirli və əbədidir. Firon sehirbazları çarmıxa çəkdirəcəyi ilə hədələsə də onlar çox xoşbəxt idilər. Çünki illərcə qəlblərində olan imansızlıq qaranlığı bu gün nura çevrilmişdi. Zalım Firon inadından dönmədi. Sehirbazları çarmıxa çəkib əzab verərək öldürdü. Firon həyat yoldaşı Asiyanın da Musanın Rəbbinə iman etdiyindən xəbər tutmuşdu. Bu Fironu heyrətə salan və çox qəzəbləndirən hadisə idi. O, Asiyanı Allaha imandan vaz keçməyə məcbur etmək istədi. Ona işgəncə və əzablar verdi. Asiya əsla dönmədi. Əksinə dua edib dedi: Ey Rəbbim, mənə öz yanında cənnətdə bir ev tik. Məni Firondan və onun əməllərindən xilas et.
Məni zalım adamlardan qurtar. Firon Asiyanın öz inancından vaz keçməyəcəyini anladıqda onu da öldürtdü. Misir yaşıl zəmilərlə, faydalı bitkilər və nemətlərlə dolu zəngin bir diyar idi. Böyük Nil çayının suları Misirin zəmilərini, bağ-bostanlarını suvarırdı. Firon və Misir əhli Nil çayının ruzi mənbəyi hesab edirdilər. Bu ruzini onlara Allah vermişdi. Nil çayı da Allahın əmri ilə axırdı. Lakin onlar Allahın verdiyi bu nemətlərə görə şükür etmirdilər. Meydanda baş tutan sehir yarışmasından sonra İsrail oğullarına qarşı zülmlər daha da artmışdı. Firon Musaya inananları zindana salıb onlara işgəncə verdirirdi. Allah yer üzündə zülm edənləri sevmir. Ona görə də Allahın istəyi ilə günlərin bir günü göy üzündən bol yağış yağdı. Nil çayı coşub daşdı. Qorxulu bir sel taxıl zəmilərini batırdı. Əkin sahələrini yuyub apardı. Bir qədər sonra Misirin gözəl bağlarına çəyirtkə sürülərinin axını başladı. Onlar taxıl zəmilərini, bağ-bostanda əkilən bütün bitkiləri yedilər. Hətta insanlara belə daraşırdılar. Fironun əskərləri onları məhv etməkdə aciz qaldılar. Firon hələ də insanlara zülm verməyə davam edirdi. Çox keçmədi ki, Nil çayında minlərlə qurbağa çıxaraq şəhər və kəndlərin küçələrinə, evlərə, hətta insanların qab-qacaqlarına və yataqlarına doldu. Misirlilər sel basqını, çəyirtkə, qurbağa təcavüzündən sonra gənələrin basqınına məruz qaldılar. Gənələr onların döşəklərinə, paltarlarına və saçlarına daraşmışdı. Günlərin bir günü Misirlilər Nil çayından su götürmək istədikdə su əvəzinə qan gördülər. Bütün bu bəlalar Misirlilərin yuxularını da qaçırmışdı. Misirdə yaşayan və Musa ilə eyni tayfadan olan Qarun adında çox zəngin bir adam vardı. Musa ilə həm tayfa olmasına baxmayaraq onların dediklərinə iman gətirmirdi. Hətta həm tayfası olan İsrail oğullarına da əziyyət verirdi. Onun sərvətinin həddi hüdudu yox idi. Allah ona elə xəzinələr vermişdi ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qızılı, mal və mülkü o qədər çox idi ki, saymaqla bitməzdi, xərcləməklə tükənməzdi. Onun xəzinəsinin dəyərini nə özü, nə də yaxınları bilirdi. Bütün bunlara baxmayaraq Qarun qəlbən kasıb idi. Çünki Allaha inanmırdı, mərhəməti və şəfqəti yox idi. Mal dövlətinə güvənib, insanlar arasında məğrur gəzirdi. Firon kimi o da hər kəsə əziyyət verirdi. Bir gün Musaya inanan Misirlilər zalım Qaruna nəsihət vermək istədilər. Ona: Öyünmə, Allah öyünənləri sevmir. Dünyaya aldanma, mal, mülk gəlib keçəndir. Sənə mal, mülk verən Rəbbinə qulluq et. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. İnsanlara zülm etmə. Dedilər. Qarun isə cavabında dedi: Bu mülk mənə, məndə olan biliyə və fərasətə görə verilmişdir. Zalım Qarun onu doğru yola çağıranlara qulaq asmadı. Ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri Allahın daha öncə necə məhv etdiyini bilsə də qüruru onu aldatdı. Qarun həmişə qızıl və bahalı daş-qaşla bəzədilmiş geyimdə gəzirdi. Onun gözləri qamaşdıran görünüşünə və geyiminə aldanan bəzi adamlar Kaş ki, biz də onun kimi varlı olardıq, deyə ah çəkirdilər. Ağıllı olanlar isə Qarun kimi varlı amma mərhəmətsiz olmaqdansa, kasıb amma Allaha inanan və mərhəmətli insan olmaq daha yaxşıdır, deyirdilər. Bir səhər insanlar oyandılar və Qarunun saymaqla bitməyən sərvətinin yaşadığı sarayı ilə birlikdə yerə batdığını gördülər. Kaş ki, onun yerində olardıq, deyənlər artıq Qarun kimi olmağı arzulamışdıq. Amma indi o sərvəti ilə birlikdə torpağın içində batıb. Yaxşı ki, onun kimi olmamışıq, deyirdilər. Firon Misir əhalisini Musanın dinindən yayındırmaq üçün bütün hilələrə əl atdı. Lakin hilələri boşa çıxdı. Hər üsulla Musanı gözdən salmaq istədi, lakin bacarmadı. Bunu görən saray əyanları Firona Musanı öldürməyi təklif etdilər. Zalım Firon Musanı öldürmək qərarına gəldi. Bu əmri vermək istədikdə iman gətirdiyini gizlədən Fironun əmisi oğlu dedi:
Siz bir kəsi Rəbbim Allahdır dediyinə görə öldürəcəksiniz. Halbuki o Allahın verdiyi möcüzələri sizə göstərdi. Ey xalqım, bugün yer üzündə hökmranlıq sizin əlinizdədir. Bəs əgər Allahın əzabı gəlsə, sizi ondan kim qoruya bilər? Daha öncə Yusuf Peyğəmbər sizə açıq-aydın möcüzələr gətirmişdi. Siz onun gətirdiklərinə inanmadınız. O, vəfat etdikdə Allah ondan sonra elçi göndərməyəcəkdir dediniz. Mən sizdən əvvəlki Nuh, Ad və Samud tayfalarının başına gələnlərin sizin də başınıza gələcəyindən qorxuram. Firon iman gətirmiş, bu kişinin sözünə məhəl qoymadı. Əksinə daha da azğınlaşıb vəzirinə dedi. Ey Haman, mənim üçün bir ucaqala tik ki, bəlkə göylərin yollarına çatım və Musanın Allahını görüm. Həqiqətən mən Musanı yalancı sayıram. Mömin kişi isə insanlara müraciət etməkdə davam edirdi. Ey xalqım, mənim ardımca gəlin, sizi doğru yola çıxarım. Kim pis bir iş tutsa, o öz işinin həddi qədər cəza alar. Həqiqətən Allah bəndələrini görür. Deyirdi. Zalım və özündən razı Firon yenə də doğru yola gəlmədi. Musa Peyğəmbərin göstərdiyi möcüzələrə baxmayaraq, nə Firon, nə də tərəfdarları iman gətirmədi. Misirin yerli əhalisindən yalnız Fironun həyat yoldaşı Asiya, Fironun əmisi oğlu, Musanın şəhərdən qaçmasını ona tövsiyə edən bir Misirli və bəzi sehirbazlar iman gətirdilər. Firon illərlə özünü ilah saymış, cəmaatı da buna inandırmışdı. Ona görə də öz-özünə: Musanın sözlərindən belə çıxır ki, mən də hamı kimi bir insanam. İşə bax ha, bu heç mümkündürmü? deyirdi. Beləcə, qəddar və dikbaş Firon öz dinsizliyində inad göstərib İsrail oğullarına qarşı etdiyi zülmü daha da artırdı. Musanın tayfasından olan adamların dolanışığı gündən-günə ağırlaşırdı. Burada həyat onlar üçün çox cansıxıcı idi. Misir, İsrail oğulları üçün bir zindana çevrilmişdi. Nəhayət bir gün Fironun əlindən cana gəlmiş adamlar Musanın yanına gəlib dedilər: Sən bizə Peyğəmbər gəlməzdən əvvəl də, sonra da Firon bizə əziyyət verirdi. Musa isə onlara təsəlli verib: Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edəcəkdir. Firon və əsgərləri artıq Musanı öldürmək üçün planlar qururdular. Allah Musaya və Haruna əmr etdi ki, onlara inananlarla birlikdə gecə yola çıxsınlar. Allaha inanan insanlar hazırlaşdılar. Yol üçün tədarük görərək gecənin qaranlığında Musa ilə birlikdə Misirdən uzaqlaşdılar. Onlar Şama tərəf yol aldılar. Musa İsrail oğullarını 12 qrupa böldü. Hər qrupa bir başçı təyin etdi. Ertəsi gün İsrail oğullarını görməyən Misirlilər Fironun yanına gələrək onların qaçdığını xəbər verdilər. Firon dərhal qoşun götürüb İsrail oğullarının ardınca getdi. İsrail oğulları bir müddət getdikdən sonra gəlib Qırmızı dənizin sahilinə çatdılar. Dəniz coşub daşır, dalğalar kükrəyərək qorxunc bir mənzərə yaradırdı. Elə bu an uzaqdan Fironun qoşunu göründü. Onlar Musa Peyğəmbərin dəstəsinə çatmaq üzrə idilər. Cəmaatı vahimə bürüdü. Musanı qınamağa başladılar. Firon bizi tutub öldürəcək. İndi nə edək? Misirdə əziyyət çəksək də birtəhər yaşayırdıq. İndi isə Musaya görə məhv olacağıq. Dedilər. Musa isə: Qorxmayın, sizi Fironun zülmündən qurtaran Rəbbim mütləq bir yol göstərəcəkdir, dedi. İsrail oğulları Musaya inanmır, ağlayıb sızlayırdılar. Qarşılarında dəniz, arxalarında isə Fironun əsgərləri var idi. Necə sağ qala bilərik? Necə qurtula bilərik? deyə fəryad edirdilər. Onlar Musanı belə qınayarkən Allah öz peyğəmbərinə: Əsanı dənizə vur, deyə buyurdu. Musa əsasını vuran kimi dəniz yarıldı. Allah küləyə əsməsini əmr etdi. Dənizin dibində qupquru torpaq göründü. Qarşılarında yol açıldı. Sular yolun iki yanında dağ kimi yüksəldi.
İsrail oğulları heyrət və çaşqınlıq içində idi. Musa və ardınca gələnlər açılan yoldan keçdilər. Bu zaman Firon və əsgərləri də dənizə yaxınlaşmışdılar. İsrail oğullarının sonuncusu sahildən çıxdı. Musa əsasını vurub dənizi əvvəlki halına qaytarmaq istədi. Amma Allah dənizi olduğu kimi saxlamağı əmr etdi. Dəniz Fironun və ordusunun üzünə açıq idi. Firon lovğalıqla qoşununa dedi: Görürsünüzmü? Dəniz də mənim iradəmə tabe olub bizə yol verdi. İndicə qaçmış qullara çatıb onları tutarıq. Qoşun bu qəribə mənzərəni görüb Fironun dediklərinə inandı. Onlar bir anda sel kimi dənizə axışdı. Sahilə çıxmaq istədikdə Allah Musaya əsasını dənizə vurmağı əmr etdi. Musa əsanı vurduqda dəniz suları birləşərək Firon və əsgərlərini suya qərq etdi. Firon yalnız dalğaların qoynuna düşdükdə öz zəifliyini anladı. Bildi ki, gücsüz və zəif bir adamdır. Bu qorxunc ölüm anında çarəsiz qalıb. Mən də Musanın tanıdığı tək Allaha iman gətirirəm, deyə pıçıldadı. Allah ona iman gətirməyən, ibadət etməyən, saysız qanlar tökmüş, insanların başına bəlalar açmış bu zalım bəndəsini bağışlamadı. Onu öz çirkin əməllərinin cəzasına çatdırdı. Firon və əsgərləri suda boğuldu. Minlərlə günahsız uşaq, kişi və qadının ölümünə səbəb olan özündən razı zalım Firon məhv oldu. Beləcə onlar səfalı bağlar, çeşmələr qoyub getdilər. Əkinlər, möhtəşəm yerlər və içində həzz aldıqları nemətləri qoyub getdilər. Bax belə, Allah o nemətlərə başqalarını varis etdi. İsrail oğullarından bəziləri Fironun ölümünə inanmırdılar. Çünki Firon heç zaman ölməz, deyirdilər. Allah elə elədi ki, dəniz onun cəsədini sahilə çıxardı. İsrail oğulları onun cəsədini əynindəki zirehli geyimindən tanıdılar. Bununla da onlar Fironun ölümünə inandılar. Firon və onun qoşunu suya qərq olduqdan sonra Fironun bütün mülkü məhv oldu. Misir torpaqlarında yalnız sadə insanlar qaldı. Musa və onun tayfası sağ-salamat quruya çıxdılar və rahat nəfəs almağa başladılar. Onlar artıq Allahdan başqa heç nədən qorxmurdular. Nə Firondan, nə də onun əsgərlərindən. Rahat və əminamanlıq içində Şam diyarına doğru yollarına davam etdilər. İsrail oğulları şəhərdə yaşayan və şəhər şəraitinə öyrəşən bir tayfa idi. Buna görə də günəş altında yol getmək onlar üçün çətin idi. Onlar Allahın qonaqları idi. Hər kəs öz qonağına hörmət edir. Allahın hörməti isə daha yaxşıdır. Allah göydən bir bulud göndərdi və bu bulud onlara kölgə salmağa başladı. Bulud onlarla birlikdə hərəkət edir, onlar dayandıqda isə dayanırdı. Beləliklə İsrail oğulları kölgədə rahat getməyə başladılar. İsrail oğulları yolda inək surətində büt düzəldib ona ibadət edən bir tayfaya rast gəldilər. Onlardan bəziləri ibadət etmək üçün Musadan büt düzəltməsini istədilər. Musa onlara Allahın bəxş etdiyi nemətləri xatırlatdı. İbadətə yalnız Allahın layiq olduğunu söylədi. İsrail oğulları bu istəklərinə görə peşman olub yollarına davam etdilər. İsrail oğulları uzun müddət Fironun əsarəti altında yaşamışdılar. Vətənsiz, məskənsiz qalmışdılar. Fironun onlara əzab-əziyyət verməsi və qul kimi işlətməsi onlarda qorxaqlıq və zəlillik kimi xüsusiyyətlər yaratmışdı. Döyüşmək istəmir, əziyyətdən qaçırdılar. Ancaq yemək, içmək və rahat yaşamaq istəyirdilər. Şam torpaqlarında imansız və zalım insanlar yaşayırdı. Musa İsrail oğullarının zalım insanları qovub orada məskən salmalarını, bu torpaqlarda azad və firavan yaşamalarını istəyirdi. Musanın bu istəyini eşitdikdə İsrail oğulları ölmək istəmirik, deyə fəryad etdilər. Bu torpaqlarda yaşayanlar həm güclü, həm də zalımdılar. Biz onlara qalib gələ bilmərik. Əgər özləri yurdlarını tərk etsələr, onda onların torpaqlarına girərik, dedilər. Musa İsrail oğullarının təbiətindəki qorxaqlığı və zəifliyi bilirdi. Buna görə də İsrail oğullarını döyüşməyə həvəsləndirmək,
Onlarda cəsarət oyatmaq istədi. Onlara Allahın verdiyi nemətləri xatırlatdı. İsrail oğullarını üstün edib, onlardan neçə-neçə peyğəmbərlər seçdiyini yadlarına saldı. Allahın dənizi necə yardığını, Firon və ordusu daha güclü olduğu halda onlara necə qalib gəldiklərini xatırlatdı. Lakin xalqının narazılığı davam edir, bu isə Musanı çox kədərləndirirdi. Musa xalqının bağışlanması üçün dəfələrlə Allaha yalvarmışdı. İndi isə bütün cəhdlərinin boşa çıxdığını, İsrail oğullarının Allahın bəxş etdiyi nemətləri unutduqlarını görürdü. Beləcə, Şam torpaqlarında zalım insanlarla döyüşmək istəmədiklərinə görə Allah İsrail oğullarına cəza verdi. Onlar azıb 40 il Tih səhrasında qaldılar. Allah Musaya öz xalqına Sina dağına doğru getməyi əmr etdi. Musa peyğəmbər öz xalqı ilə günlərlə yol getdi. Onlar heç bir canlının olmadığı bir çöldə çarəsiz qaldılar. Acmış insanlar Musaya şikayətlənməyə başladılar. Onlar: Ey Musa, sən bizi bol-bol meyvələri və tərəvəzləri olan torpaqlardan çıxardın. İndi biz nə yeyəcəyik? Acından öləcəyikmi? Deyirdilər. Buna görə Musa Rəbbinə dua etdi. Bütün canlıları yedizdirən Rəbbi onlara ləzzətli ruzi göndərdi. Göydən yedikcə dadından doyulmayan bildirçin və manna indirdi. İsrail oğulları hər səhər bitkilərin üzərində şehdən düzəlmiş, pambıq kimi yumuşaq və şirin manna görürdülər. Onlar mannadan çörəyə oxşar, ağ rəngdə şirin qida hazırlayırdılar. Hər axşam isə kolların üzərində bildirçinlərin oturduğunu görürdülər. Çox rahatlıqla bu bildirçinləri ovlayıb yeyirdilər. İsrail oğulları su istədikdə Allah Musaya buyurdu ki, əsanı daşa vursun. Musa əsanı vuran kimi daşın 12 yerindən buz kimi sərin və dadlı su fışqırdı. İsrail oğulları 12 ailə idi. Hər bir ailə bu sudan doyunca içdi. Günlər beləcə keçib gedirdi. İsrail oğulları əllərində olanlarla kifayətlənmək istəmirdilər. Hər şeydən çox tez bir zamanda bezirdilər. Bir gün onlar Musanın yanına gələrək: Sən bizi öz yurdumuzdan çıxarıb bura gətirdin. Aylardır ki, bildirçin və manna yeyirik. Amma indi ölkəmizdə olsaydıq, hər cür yemək və tərəvəzimiz olardı. Biz mərcimək, soğan, xiyar və sarımsaq yemək istəyirik. Dedilər. Musa onların bu sözünə qəzəbləndi. Siz xeyirli olan nemətlərin daha xeyirsiz olanlarla əvəz olunmasını istəyirsiniz? Sizin bu istəkləriniz hər şəhərdə, hər kənddə var. Elə isə şəhərə girin. Şübhəsiz ki, orada istədiyinizi taparsınız. Amma Allahın sizə endirdiyi yemək isə heç yerdə yoxdur. Dedi. Beləcə İsrail oğulları Musadan hər hansı bir kənddə məskunlaşmağı istədilər. Allahın izni ilə bəyəndikləri bütün nemətlər var idi. Onlar kəndə daxil olarkən bağışlanmaları üçün dua və səcdə etməli idilər. Allahın bu əmri İsrail oğullarını qəzəbləndirdi. Nankorluq edib qapıdan səcdə və dua edərək daxil olmadılar. Əksinə arxaları üstə sürünərək və istehza edərək daxil oldular. Allah da bu əməllərinə görə onlara göydən əzab endirdi. Onlar vəba xəstəliyinə tutulub bir-bir ölməyə başladılar. Musa Sina dağında 40 gün qalmalı, oruc tutub ibadət etməli idi. Bu vaxt ərzində Allah ona üzərində əmr və qadağalar yazılmış daş lövhələr göndərəcəkdi. Musa xalqının yanına qayıdıb bu lövhələri onlara çatdıracaqdı. Xalqı da Allahın bu qanunları ilə dünyada yaşayacaqdı. Çünki İsrail oğullarına yol göstərən, onları zülmətlərdən nura çıxaran bir kitaba ehtiyac vardı. Allah da İsrail oğullarının əvvəlki tayfalar kimi azmasını istəmirdi. Allah İsrail oğullarının doğru yolda olmasını istəyirdi. Doğru yolda olmaq üçün isə Allahın göndərdiyi kitabda yazılanlara əməl etmək lazım idi. Musa səfər üçün hazırlaşdı. Qardaşı Harunu xalqının yanında qoydu, sonra isə Sina dağına çıxdı. Musa peyğəmbər Sina dağında 40 gün qaldı. Orada oruc tutdu, Allaha ibadət etdi. 40 günün sonunda Rəbbi Musa ilə danışdı.
Musa bütün qəlbi ilə iman etdiyi Rəbbinə: Uca Allahım, səni görmək istəyirəm. Mənə özünü göstər, deyə yalvardı. Rəbbi isə Musaya: Məni gözlərinlə görə bilməzsən. Buna bu dünyada gücün çatmaz. Dağa bax, əgər dağ yerində dura bilsə, sən də məni görə bilərsən, dedi. Musanın Rəbbi dağa göründükdə dağ şiddətlə sarsıldı. Bir anda paramparça oldu. Musa peyğəmbərin az qala ürəyi dayanacaqdı. Özündən gedib yerə yıxıldı. Sonra yenidən ayıldı. Özünə gəldikdə isə: Ey Rəbbim, sən pak və müqəddəssən. Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm. Rəbbi ona: Ey Musa, mən sənə verdiklərimlə və səninlə danışmağımla səni seçdim. Səni insanlardan üstün etdim, dedi. Sonra Musa Allahın əmrləri yazılan lövhələri götürüb xalqının yanına getdi. Bu daş parçalarında müqəddəs kitab olan Tövratın ayələri yazılmışdı. Musa Sina dağına gedəndə tayfasına: Məni 40 gün gözləyərsiniz. Bu müddət ərzində Harun sizin başçınız olacaq. Onun sözündən çıxmazsınız, deyə tapşırmışdı. Musanın qayıtmasını gözləyə bilməyən insanlar şikayətə başladılar. Musa vədinə xilaf çıxdı. Bizə düzgün yol göstərən başçı lazımdır, dedilər. Elə bu vaxt Samirə adlı bir nəfər hiyləgərliklə: Musa artıq qayıtmayacaq. Biz gərək özümüzə ilah seçək, dedi. O bilirdi ki, tayfasındakı adamların imanları zəifdir. Ona görə də hiləyə əl atdı. Cəmaatı aldadaraq qızıl əşyalarını əllərindən aldı. Əridərək öz-özünə səs çıxaran buzov düzəltdi. Samiri buzovun ağzına torpaq atan kimi o həqiqi buzov kimi böyürməyə başladı. Halbuki külək əsdiyi üçün fiqurun arxasından hava daxil olub ağzından çıxır, o da böyürürdü. Beləcə Samiri cəmaatı həmin buzovun müqəddəs olmasına inandırdı. Avam insanları buzova pərəstiş etməyə çağırdı. İnancı zəif olan adamlar Samirinin dediklərinə inanıb buzova ibadət etməyə başladılar. Harun və bir neçə nəfər onları bu yoldan döndərmək üçün çox çalışsa da xeyri olmadı. Musa Sina dağında Rəbbi ilə danışdıqda Allah ona xalqının buzova sitayiş etdiyini xəbər vermişdi. Musa səfərdən qayıdanda uzaqdan səs-küy eşitdi. Yaxınlaşdıqda gördü ki, cəmaat qızıldan düzəldilmiş buzovun ətrafında çalıb oynayır. Musa başa düşdü ki, xalqı Fironun zülmündən onları qurtaran, dənizin içindən onlara yol açan, çöldə bol və ləzzətli yeməklər verən Allaha qarşı çıxıb, Allahı unudub buzova sığınıb. Musa peyğəmbər xalqına qəzəbləndi. Qardaşı Harundan: Niyə arxamca gəlib olanlar barədə mənə xəbər vermədin? deyə soruşduqda Harun sakitcə dedi: Mən onları bu çirkin əməllərdən çəkindirmək istəsəm də dinləmədilər. İsrail oğullarını başsız qoyduğum üçün məni qınayacağından qorxdum. Ona görə də arxanca gəlmədim. Musa peyğəmbər Samirinin buzovunu yandırıb dənizə atdı. Özünü isə qovdu. İsrail oğulları düzəltdikləri bütə buzova tapındıqları üçün peşman oldular. Musa Sina dağına gəlib xalqının bağışlanması üçün Rəbbinə yalvardı. Musa ilə bərabər Harun və tayfasından 70 kişi də Allaha yalvardı. Onlar azmış, həm tayfaları üzündən məhv olmamaları üçün Allaha tövbə etdilər. Allah onları bağışladı. Çünki Allah bağışlayandır və rəhimlidir. Musa qəzəbi soyduqdan sonra üzərində Tövrat yazılmış lövhələri götürdü və onları xalqına çatdırdı. İsrail oğulları yenə də hər şeyə şübhə ilə yanaşırdılar. Hər şeyə görə mübahisə edirdilər. Onlar Allahı görməyincə dediklərinə inanmayacaqlarını Musaya bildirdilər. Allah onların bu sözünə qəzəbləndi. Allahın əmri ilə onları ildırım vurdu və yerə sərildilər. Musa yenə də xalqı üçün Allahdan bağışlanma dilədi. Allah yenə də Musanın duasını qəbul etdi. İsrail oğulları şükür etsinlər deyə Allah onları diriltdi. İsrail oğulları ayıldıqda ildırımın vurmasına dözə bilmədikləri halda Allahı görməyə
heç dözə bilməyəcəklərini anladılar. İsrail oğulları arasında çox varlı, yaşlı bir kişi var idi. Onun qardaşının oğullarından başqa heç kimi yox idi. Qardaş oğulları qoca əminin tez ölməsini istəyirdilər ki, onun mirasına sahib çıxsınlar. Bir gün oğlanlardan biri qoca əmisini öldürüb yol ayrıcına atdı. Səhər açılanda insanlar ölən kişinin qatilini axtardılar. İsrail oğulları arasında hayküy başladı. Musanın yanına gəlib Allahdan bu barədə soruşmasını tələb etdilər. Musa Rəbbinə üst tutub hadisə haqqında soruşdu. Rəbbi Musanın xalqına inək kəsmələrini əmr etdi. Xalqa əvvəlcə Musaya inanmayıb, onları məsxərəyə qoyduğunu güman etdilər. Sonra isə inəyin görünüşü, rəngi və yaşı haqqında Musadan soruşdular. Musa xalqının bu tələblərinə görə hər dəfə Rəbbinə üst tutur və inək barədə soruşurdu. Nəhayət onlara eybi olmayan, ləkəsiz, sarı rəngli inək kəsmək əmr olundu. İsrail oğulları tələb olunan inəyi çətinliklə tapıb kəsdilər. Halbuki, əgər Allah onlara bir inək kəsin dedikdə, deyilənə tabe olub istənilən bir inəyi kəssəydilər, bu onlara kifayət edərdi. Lakin Musanın xalqı həmişəki kimi çox sual verməklə işlərini çətinləşdirdilər. İnəyin rəngi, yaşı və görünüşü barədə soruşdular. Allah da onların işlərini çətinə saldı. Musanın əmri ilə kəsilən inəyin qanını ölən kişinin bədəninə sürtdülər. Allah ölən kişini diriltdi. O ayağa qalxdı. Musa ondan "Səni kim öldürüb?" deyə soruşdu. O, "Məni qardaşım oğlu öldürüb." deyə cavab verdi. Beləcə Allah İsrail oğullarına daha bir möcüzə göstərdi. Musa peyğəmbər bir gün öz tayfasının arasında idi. Birdən ondan soruşuldu. Ey Allahın elçisi, yer üzündə səndən bilikli insan varmı? Musa belə bir adamın olmadığını söylədikdə, Rəbbi buna görə onu qınadı. Çünki Musa verilən sualın cavabında Bu haqda bilgi yalnız Allaha məxsusdur deməli idi. Elə bu zaman Allahdan Musaya bir nida gəldi. Ey Musa, elm böyük bir nemətdir. Onu bir nəfər öyrənə bilməz. Səndən də artıq biliyi olan bir nəfər var. Musa o kəsin kim olduğunu soruşduqda Allah buyurdu. İki dənizin qovuşduğu yerdə o bilikli adamla görüşəcəksən. Zəmbilə bir balıq qoyub ora apar. Balığı itirdiyin yerdə bilik verilmiş kəsi tapacaqsan. Beləcə Musa zəmbilin içinə bir balıq qoyub, xidmətçisi Yuşa bin Nunla səfərə çıxdı. Bir qayanın yanına çatdıqda onları yuxu tutdu. Elə bu vaxt yağış yağdı, zəmbildəki balıq dirilib dənizə düşdü. Onlar yuxudan ayılıb, gecənin qalan hissəsini və bütün günü yol getdilər. Ertəsi gün səhər Musa öz xidmətçisinə "Biz öz səfərimizdə lap əldən düşdük. Nahar yeməyimizi gətir." dedi. Xidmətçisi "Gördünmü? Biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutturdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir." Musa axtardığı yerin qayanın yanı olduğunu anladı. Onlar öz ləpirləri ilə geri qayıtdılar. Həmin yerə çatdıqda orada nurani bir kişi gördülər. Musa kişiyə salam verdi. O dedi: Sən İsrail oğullarının peyğəmbəri Musasan? Musa: Bəli, dedi. Musa qarşısındakının həmin o bilikli şəxs Xızır olduğunu artıq anlamışdı. Musa Xızıra: "Mənə bildiklərini öyrət. Səninlə bərabər yol getməyimə icazə ver." Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən. Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbr edə bilərsən? Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma. Söylədi. Musa: "İnşallah sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam." Beləcə Musa ilə Xızır yola düşdülər. Gəmiləri olmadığı üçün onlar dənizin sahili ilə piyada getməyə başladılar. Birdən bir gəmiyə rast gəldilər. Gəmidəkilərdən onları da gəmiyə götürmələrini xahiş etdilər.
Gəmi ilə getdikləri zaman Xızır göyərtədən bir taxtanı qopardı. Musa narahat halda: Sən nə edirsən? Gəminin batmasını istəyirsən? Onlar ki, yaxşılıq edib bizi gəmiyə götürmüşdülər. Həqiqətən sən pis bir iş gördün. Mən demədimmi ki, sən mənim yanımda səbr edə bilməzsən? dedi. Musa vədini unutduğu üçün çox utandı. Gəmi limana yaxınlaşdıqda düşdülər. Yenə yola düzəldilər. Nəhayət bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: Heç kimi öldürməmiş tərtəmiz bir cana mı qəsd etdin? Həqiqətən sən çox pis bir iş gördün. Xızır dedi: Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən? Musa və Xızır yollarına davam edib bir kəndə çatdılar. Nə yeməkləri, nə də pulları var idi. Çox acmışdılar. Kəndlilərdən yeməyə bir şey istədilər. Amma heç kəs onlara pulsuz bir şey vermədi. Çarəsiz halda yollarına davam etdilər. Qarşılarına əyri və divarları az qala yıxılan bir ev çıxdı. Xızır tez torpaq gətirib su ilə qarışdırdı, palçıq hazırladı. Musa ilə birlikdə divarı düzəltdilər. Musa yenə dayana bilmədi. Dedi: Əgər istəsəydin, əlbəttə onun müqabilində bir muz dalardın. Xızır gülümsəyərək: Bu mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Deşdiyim gəmi barədə deyim ki, həmin gəmi dəniz ticarəti ilə məşğul olan bir neçə kasıbın idi. Gedəcəkləri limanda yaxşı gəmiləri zorla sahiblərindən alan bir zalım hökmdar var idi. Ona görə gəmini deşdim ki, köhnə kimi görünsün. Kasıblar ziyandan qurtarsın. Oğlan uşağına gəldikdə isə onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə valideynlərini azğınlığa və küfrə sövq etməsindən qorxduq və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli bir övlad verməsini istədik. Əyilməkdə olan divarı düzəltdiyim ev isə kənddə yaşayan 2 yetim uşağın idi. Divar altında atalarına aid qızıl xəzinəsi var idi. Xəzinəni uşaqlar həddi buluğa çatandan sonra götürməlidirlər. Əgər divarı düzəltməsəydim, o uçacaq və xəzinədən hər kəs xəbər tutacaqdı. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur. Musa peyğəmbər Xızırdan çox şey öyrəndi. Onu tanıdığı üçün Rəbbinə şükür etdi. İsrail oğullarından bir nəfər ulağı ilə birlikdə uçub dağılmış, xaraba qalmış bir kənddən keçirdi. Orada heç kəs yox idi. Adam öz-özünə dedi: Görəsən Allah vaxtı ilə burada yaşayan insanları necə dirildəcəkdir? Adam Allahın insanları dirildəcəyinə şübhə edirdi. Allah ölüləri necə dirildəcəyini göstərmək üçün adamın və ulağının canını aldı və onlar öldülər. Adam və ulağı 100 il ölmüş halda həmin yerdə qaldılar. Sonra Allah adamı dirildib olduğu yerdə nə qədər qaldığını soruşdu. Həmin adam bir gün qaldığını söylədikdə Allah ona 100 il ölü halda qaldığını bildirdi. Allah ona yemək içməyini göstərdi. Yemək içmək təzə qalmışdı. Sonra Allah ona ulağını göstərdi. Adam ulağının sürsümük olduğunu gördü. Kişinin gözləri qarşısında ulaq canlanıb əvvəlki halına qayıtdı. Heyrətdən özünü itirən adam Allahın insanları öldükdən sonra dirildə biləcəyinə inandı. İlyas peyğəmbərin hekayəsi. İlyas Musa peyğəmbərdən sonra insanları Allahın dininə dəvət edən İsrail övladına göndərilmiş peyğəmbərlərdən idi. Musa peyğəmbərdən sonra göndərilən bütün peyğəmbərlər Tövratın hökmlərini unudan və yerinə yetirməyən İsrail övladına xəbər vermək üçün göndərilmişdir. O zaman İsrail oğulları kiçik tayfalar şəklində yaşayırdılar. İlyas peyğəmbər Bəlbək qəbiləsindən idi. Bəni İsrail zaman keçdikcə yoldan çıxdı və onlar arasında fitnə və fəsadlar başladı. İsrail oğulları Allahın Tövratdakı əmrlərini unudub bütlərə ibadət etməyə başladılar. İlyas peyğəmbər olaraq göndərilərkən İsrail oğulları 8-10 metr boyu olan Bəl adlı bütə sitayiş edirdilər. Bir zaman İlyas peyğəmbər qövmünə belə dedi: Məgər bütlərə ibadət etməklə Allahdan qorxmursunuz?
Məgər siz yaradanların ən yaxşısını Allahı qoyub Bəl adlı bütə ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də sizdən əvvəlki atalarınızın və babalarınızın Rəbbi olan Allahı tərk edirsiniz? Amma qövmü ona qulaq asmadı. İlyas peyğəmbər onları Allahın əzabı ilə qorxutsa da, yenə Allaha ibadət etmədilər. Bu səbəbdən də uca Allah onlardan bərəkəti qaldırdı. Yağışlar kəsildi, acılıq başladı. Heyvanlar susuzluqdan öldü. Başlarına müxtəlif bəlalar gəldi. İlyas peyğəmbər qıtlıq illərində cəmaata imanı gizli şəkildə izah edirdi. Bütün evlərdə qıtlıq olduğu halda İlyas peyğəmbərin möcüzəsi kimi möminlərin evlərində bolluq və bərəkət hökm sürürdü. Hamı üfunətli leş yeyərkən möminlərin evi yeməklə dolu idi. Bəlbək hökmdarının xəzinələri qızıl və ləl cəvahiratla dolu idi. Ancaq qızıl qarşılığında almağa yemək tapa bilmirdilər. Nəhayət səhvlərini anladılar və İlyas peyğəmbəri tapdılar. Bağışlanma dilədilər və iman gətirdilər. İlyasa onlar üçün dua etmələrini istədilər. İlyas Allaha dua etdi. Qövmünün üzərində olan bəla və müsibətin aradan qalxmasını dilədi. Allah Həzrəti İlyasın duasını qəbul etdi. Şəhərdə yenidən rifah və bolluq başladı. Yağışlar yağmağa başladı. Hər tərəf yaşıla boyandı. Bundan sonra İsrail oğulları Həzrəti İlyasa dedilər: Biz sənin duanla xilas olduq. Amma əkəcəyimiz toxum yoxdur. Allaha dua et ki, biz toxum əldə edə bilək. Həzrəti İlyas yenə Allaha dua etdi. Allah Taala onlara duz əkməyi buyurdu. İsrail oğulları tarlalara toxum əvəzinə duz əkdilər. Möcüzə nəticəsində duzdan, torpaqdan noxud böyüməyə başladı. Beləcə İsrail oğulları bir müddət Həzrəti İlyasın söylədiklərinə tabe oldular. Lakin onların doğru yoldan azması çox da uzun çəkmədi. Yenə də onları yaradan Allaha qarşı nankorluq etdilər. Bu vəziyyətdən sonra Həzrəti İlyas Allahın izni ilə oradan ayrıldı. Qövmü İlyası yalançı saydı. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa hamısı qiyamət günü cəhənnəmə gətiriləcək. İlyas peyğəmbər Bəlbəkdən ayrılıb Allahın əmrlərini çatdırmaq üçün yol gedərkən bir kəndə rast gəldi. O, bu kəndin cəmaatına nəsihətlər verdi. Onları imana dəvət etdi. Kəndlilər onu çox sevdilər və bir müddət öz kəndlərində qalmağını istədilər. İlyas peyğəmbər bu təklifi qəbul etdi və İsrail oğullarından olan yaşlı bir qadının evində qonaq oldu. Bu qadının xəstə oğlu var idi. Onun xəstəliyinin müalicəsi yox idi. Yaşlı qadın oğlunun vəziyyətini Həzrəti İlyasa başa salaraq övladının sağalması və bu bəladan qurtulması üçün Allaha dua etməsini xahiş etdi. Həzrəti İlyas dedi: Üzülmə anacan, şəfa Allahdandır. İlyas peyğəmbər Allaha yalvardı ki, xəstə uşağa şəfa versin. Allah Cəllə Cəlaluhu onun duasını qəbul etdi. Xəstə uşaq sağaldı. Bu uşağın adı İlyasın idi. İlyasın sağaldıqdan sonra İlyas peyğəmbərə iman gətirdi. Onun yanından ayrılmadı. Tövratı ondan öyrəndi. Həzrəti İlyas vəfat etdikdən sonra İlyasın İsrail oğullarına peyğəmbər olaraq göndərildi.